salam. Zəhmət Salam. olmaz. Salam. Salam. Axşamınız xeyir olsun hər birinizin. Axşamınız xeyir. Axşamınız Xoş gəldiniz. Salam. Əleykə salam. Bəli, yavaş-yavaş başlayaq söhbət eləməyə. Eyni zamanda digər xanımlar yığılana qədər biz bir girizgah eləyək. Deməli, öncəliklə niyə burcu olduğunuzu yəqin ki, hər biriniz bilirsiniz ki, bugün bir seminarımız var və bugün seminarda özümüzlə bağlı, münasibətimizlə bağlı, atadan, anadan aldığımız inanclar və kodlarla bağlı, bunların yolumuza necə yansıması ilə bağlı, münasibətlərimizdə hansı nəticələri almağımızla bağlı danışacağıq. Zəhmət olmasa, danışmayan hər kəs səsini bağlasın. Birazdan sizə şuur altında əslində nələr baş verir? Səsiniz gəlmir, Ayşən xanım. Səsim gəlmir heç kəsə. Gəlir müəllimə. Gəlir. Gəlir. Sadəcə olaraq Səsim səsə gəlmirsə, bağlasalar onda yaxşı olar. səsinizi Gəlir xanım. Əlavə səslər var. Səsim gəlir hal-hazırda. Bəli, gəlir. Tamam. Bəli, gəlir. Danışmayan, bağla. Amma əlavə səslər var. Gəlir, əlavə səslər var. Sual vermədikcə, zəhmət olmasa səslərinizi açmayın. Mən sizdən vaxtı gələndə seminarın ortasında suallarınızı alacağam. Hətta arada suallarınız varsa, buyurun suallarınızı verin deyəcəm. Ancaq xahiş edirəm, mən onu deyənə qədər heç kəs səsini açmasın. Çünki siz səsinizi açdığınız təqdirdə mənim dediklərimi siz özünüz də başa düşmürsünüz və digər qatılımcılar da başa düşmürlər. Deməli, öncəliklə qəşəng notlarımı bura almışam ki, biz bugün nə mövzulardan dərin danışacağıq. Əvvəlcə özümü tanıtmaq istəyirəm. Mən Ayşəm Əli Əskərova, şuuraltı terapevt və münasibət eksperti. Artıq illərdir ki, bu sahədəyəm. Artıq 5000-dən bir çox insanın həyatına toxunmuşam, çox şükür. Və bütün təhsillərimi Türkiyədə tamamlamışam. 11 il Türkiyədə yaşamışam. Artıq bir ildir ki, öz vətənimə qayıtmışam. Türk kütləsinə və Azərbaycan kütləsinə xidmət göstərirəm. İndi yavaş-yavaş başlayaq. Bugün biz nələrdən danışacağıqsa mövzularımıza kiçik girizgahlar eləyəcəm. Öncəliklə bugün bəzi suallar, burada mesajlar gördüm ki, yazırlar ki, mən əsas yoldaşımın xəyanəti üçün buradayam, kimi. Əzizim, siz əsasən özünüz üçün buradasınız. Hər kəs bura özünə nələr qata bilər. Əslində həyatında yaşadığı narahatçılıqlar, buna xəyanət daxil, buna dəyərsizlik daxil, hər biri daxil. Bunlara səbəb nədir? Uşaqlıqdan hansı kodlarımız hal-hazırda bunları yaşamağımıza gətirib çıxardır bizi? Bununla bağlı ətraflı danışacağıq və bu problemlərin hardan qaynaqlandığını, eyni zamanda həllini sizə verəcəm. Və seminarın ortasında sizinlə bir şuuraltı texnika edəcəm. O texnikanı məncə hər biriniz gözləməlisiniz və o şuuraltı kiçik seansımızdan hər biriniz yararlanmalısınız deyə düşünürəm. Deməli belə, öncəliklə başlayaq nədən? Şuuraltı nədir? Şuuraltı, hər kəs deyir ki, beyindir, düşüncə tərzidir. Xeyr, əzizim, şuuraltı daha dərin bir şeydir. Hansı ki, şuuraltı bizim həyatımızı idarə edən bir mexanikadır. Yəni, gəlin daha dərinə gedək. Biz ana bətnində 3 aylıq olduğumuz andan etibarən şuuraltımız artıq hər bir şeyi, ta ki biz ölənə qədər indi daxil, hər anı qeydə alır. Və bu aldığı qeydlərə əsasən bizim həyatımızı yönləndirir. Gəlin bunu açaq. Misal üçün, şuuraltı
5-6 yaşında bir uşaq kimidir. Yaxşı, pis ayırd eləyə bilmir. Biz uşaqlıqdan nəyi necə görürüksə, onu elə o cürdə olduğunu zənn edərək, həyatımızda onu o cür dəyərləndiririk və onu o cür həyatımıza çəkirik. Misal üçün, münasibəti kimdən öyrənmisiniz? O insana və ya o münasibətə bənzər münasibət yaşayacaqsınız. Və ya qadın olmağı kimdən öyrənmisiniz? Onun kimi bir qadın olacaqsınız. Kişini kimdən öyrənmisiniz? Onun kimi bir kişi ilə münasibət yaşayacaqsınız. Və ya pul qazanmağı. Siz üçün pul qazanmaq nədir? Kimisi deyir ki, pul qazanmaq üçün çox işləmək lazımdır. Səhərdən axşama kimi gərək işləyəsən ki, sən bütün öz ehtiyaclarını görəcəyin qədər pul qazana biləsən. Bəzilər deyir ki, yox, mən yatdığım yerdən pul qazana bilirəm. Bəzilər deyir, mən evimdən rahat bir şəkildə pul qazana bilirəm. Bəzilər də deyir ki, belə deyək, o pul qazananlar deməli çox qazanırlarsa onların pulunda haram var, çox pulda haram olar, az pulun dərdi az olar, kimi və beləcə pulu belə deyək özlərindən uzaqlaşdırırlar. Soruşsaq, hər kəs həyatını asanlaşdırmaq üçün dəyər görmək istəyir, rahat həyat istəyir, komfortlu həyat istəyir. Və bunun üçün çox pul lazım olduğunu dilə gətirir. Ancaq unutduğunuz odur ki, dəyər görmürsünüzmü? Bu dəyəri siz özünüz sizə vermirsiniz. Pulunuz yoxdurmu? Pulla bağlı inanclarınız nədir? Bunların hər birini birazdan xırdalayacağım sizin üçün. Heç narahat olmayın. Eyni zamanda bəzən sizə suallarınızı verməyiniz üçün fürsət yaradacağım. Suallarınızı qəbul eləyəcəm. Bir hər birini detallı şəkildə cavablandıracağım. Və dediyim kimi seminarın ortasında isə sizinlə bir şuuraltı seans, şuuraltı bir texnika gerçəkləşdirəcəyik və orada daha detallı bir şəkildə nəyin nə olduğunu özünüz görəcəksiniz. Gəlin başlayaq. Ana-ata kodlarının münasibətə təsirindən. Yəni, anadan, atadan öyrəndiklərimiz bizim münasibətimizə, bugünkü həyatımıza necə təsir edirsə, ondan başlayaq. Deməli, biz dünyaya gəlirik. Nə dedik? Münasibəti kimdən öyrəniriksə, zəhmət olmasa mən sual verin deməyənə qədər heç kəs səsi açmasın ki, səsim aydın bir şəkildə hər kəsə çatsın. Xahiş edirəm. Deməli, nə dedik? Biz münasibəti kimdən öyrəniriksə, eyni ilə elə bir münasibətimiz olur. Qadınlığı kimdən öyrəniriksə, elə bir qadın oluruq. Kişiliyi kimdən öyrəniriksə, elə bir kişi ilə münasibət yaşayırıq. İndi gəlin bunu ana-ataya necə bağlayırıq, ondan danışaq biraz. Deməli, biz dünyaya gəldik. Dünyaya gəldikdən sonra bizim gözümüzün önündə qadın rol model olaraq ana var. İlk ananı görürük qadın cinsindən və deyirik ki, ana neynirsə, deməli bu qadının eləyəcəyi bir şeydir. Demək, ana neynirsə düz eləyir. Bunun əks ehtimallarında birazdan danışacağım, səbirli olun. İndi deyirik ki, ana neynirsə düz eləyir. Deməli, qadın ana kimi olar. Daha sonra kişi rol model olaraq atanı görürük. Və deyirik ki, ata neynirsə, deməli, kişi də belə olmalıdır, bitdi. Ata pis olsa da deyirik kişi belə olmalıdır, ata yaxşı olsa da deyirik kişi belə olmalıdır. Hansı ki, ata pis olsa və biz onu bəyənməsək belə, biz deyirik ki, mən atam kimi birindən istəmirəm münasibət yaşayım. Amma biz atanı, yəni kişi olmağı atadan öyrənmişik. Kişi necə olur, onu bizə ata göstərib. Ataya bənzər kişilər bizə tanış gəlir, doğuma gəlir və güvənilir gəlir. Hər nə qədər atamızı qınasaq da, atamızın çox-çox bənzəri kişilərlə münasibət yaşamağımız həyatımızda böyük-böyük bir ehtimal daşıyır. Daha sonra səsi açmayaq, zəhmət olmasın. Deməli belə, indi biz nə dedik? Ananı qınasaq da, qınamasaq da, ana ilə eyni bir, belə deyək, qadın oluruq. Ana kimi qadın oluruq. Çünki ananı biz artıq qadın olaraq fokusladığımız üçün birinci adım şuuraltımız deyir ki, qadın anam kimi olar. Bunu dildə qadın anam kimi olmaz desək də. İndi sizə bir sual verirəm. Birinci sualları mən verirəm. Sizə bura mesaj bölməsinə yazmağınızı istəyirəm. Görək hansımız daha çoxuq. Anam belə qadındır və mən onu qınayıram ki, anam çox fədakardır, anam hər şeyə göz yumur deyənlər bir yazsın. Daha sonra anam kimi
olacağam, anam özünə dəyər verir, anam özünü sevir və mən də anam kimi olacağam, anam ideal qadındır deyənlər 2 yazsın. Buyurun, gözləyirəm sizin cavablarınızı. Birlər niyə belə çoxdur? Bir o idi ki, anam özünə dəyər verməyən, fədakar, özündən qurban verən bir qadındır. 2 isə odur ki, anam özünə dəyər verən, özünü ön plana qoyan dəyərli bir qadındır. Buyurun, kimin anası onun düşüncəsində 1-dir, kimin anası onun düşüncəsində 2-dir? Hər ikisi ola bilməz. Kimsə yazıb hər ikisi, onu gördüm belə ötdü getdi. Amma hər ikisi ola bilməz. Ya odur, ya budur. Sizin zənninizdə. Deməli, yenə də cavablarımız 1-dir. Ən çoxu. Baxdığım qədərilə. 2 çox azdır. Yaxşı. Gəlin indi belə deyək. Bir digər sual daha verirəm sizə. Bu dəfə hərflərlə deyəcəm sizə. Biri A yazsın deyəcəm, biri B yazsın. Deməli, anama bənzəyirəm deyənlər, anamı qınasam da, anamı qınamasam da, anama bənzəyirəm deyənlər A yazsın, A hərfi yazsın. Mən anama bənzəmirəm, mən anamdan fərqli bir seçimlər edirəm və getdikcə doğrudan da anamın hər hansısa bir xüsusiyyətini özümdə görmürəm deyənlər B yazsın. Hər biriniz cavablandırın. Baxaq görək. A çoxdur yoxsa B. Bəli, B-lər də var. Deməli, İlhamə xanım, təkrarlayıram. Mən anamı qınasam da, qınamasam da, istəsəm də, istəməsəm də, bir xanım oraya yazıb istəməsəm də A. Mən anamı qınasam da, istəsəm də, istəməsəm də, anama bənzəməyə başlamışam, anama bənzəyirəm deyənlər A yazsın. Mən anamdan fərqli seçimlər edirəm və doğrudan da anama bənzəmirəm, anama bənzər reaksiyalar vermirəm deyənlər B yazsın. B hərfi. Deməli, yəni bir çoxumuzun cavabı yenə də A-dır və bəzi xanımlar yazıb ki, istəməsəm də, nə qədər çalışsam, vuruşsam da A. Çünki əzizim, burada günah sizdə deyil. Burada bilirsiniz nədir? Baxın, biz nə dedik? Şuuraltı dedik 5-6 yaşında bir uşaqdır və o uşaq gözünü dünyaya açdı. Qadın olaraq ananı gördü. Dedi ki, qadın ana kimi olar. Yəni, bu mümkündürmü ki, anadan fərqli bir modelə, yəni anadan fərqli bir qadına bənzəyəsiz? Çünki qadın olmağı sizə ana öyrətdi, istəsə də, istəməsə də bunu öyrətdi. Bəzi insanlar var, mənim pasiyentlərimin içində də bunlardan çox olur ki, deyir, anam mənə heç nə öyrətməyib. Ola bilər, amma sən qadın olmağı kimdən öyrənmirsən? Gözünü açıb uşaq olanda ilk kimi görmüsən, ora biri nəsə nənə yazıb. Bu ola bilər nənən, bu ola bilər anan, bu ola bilər ki, məni xalam böyüdüb, anam sadəcə dünyaya gətirib, bəzən gəlib məni görüb, ya anam xaricdə yaşayıb və ya atam xaricdə olub, mən kişi olaraq evdə həmişə əmimi görmüşəm, dayımı görmüşəm, qardaşımı görmüşəm, babamı görmüşəm, deyə bilərsiniz. Deməli, sizin şuuraltınız tam da evdə kişi modeli olaraq, o evin rəisi deyirik, evin rəisi modeli olaraq kimi görübsə, şuuraltı kişi necə oluru ondan öyrənib. Eyni ilə qadın necə oluru, hər hansısa bir qadını uşaqlıqdan bəri sizi böyüdən kim olubsa, kimi görmüsünüzsə, o olduğu kimi. İndi gəlin bununla bağlı bir pasiyentimin, daha doğrusu pasiyentimin qızının həyatını danışmaq istəyirəm. Deməli, mənim pasiyentim xəyanət görən bir xanım idi. Evdə heç kişi görməmişsinizsə, vəziyyət daha qəlizdir. Birazdan ona da keçəcəyik. Deməli,
Ona da keçəcəyik, toxunacam birazdan. Atasız böyüyən və ya atası tərəfindən sevgi dəyər görməyən qadınlar münasibətlərində nə kimi təsirlər görürlər, atasından sığal görməyən və ya heç ata görməyən və ya ata olan amma atalıq eləməyən qadınlar necə belə deyək, kişinin həyatlarına çəkilər və ya həyatlarında nələr olur bunun nəticəsində, onların hamısını danışacağam, birazdan toxunacağam ona. Deməli, nə dedik biz? Bir pasiyentimin qızının həyatını sizə danışmaq istəyirəm, qısa bir örnək vermək istəyirəm, hansı ki, deməli, mənim pasiyentim xanım yoldaşından psixoloji və fiziki olaraq şiddət görən bir xanım idi. Psixoloji şiddət bilirsiniz də nədir? Yəqin ki, sən nə qədər bacarıqlı olsan da, nə qədər uğurlu olsan da, bu insan səni hər an, hər yerdə kiçildir. Hər an, hər yerdə aşağılayır, alçaldır. Bir dənə bunu da bacarmadın. Yeməyin çox gözəl olub, amma duzu az olub. Sənin əlindən nə gəlir ki, kimi. Və ya get özünə bax, get nə gündəsən falan filan. Yəni, kişinin sizi kiçimsəməyi, bu psixoloji şiddətdir. Fiziki şiddəti də əlbəttə ki, bir çoxumuz bilirik ki, fiziki olaraq bizə zərər yetirir bu. Deməli, bu xanımın yoldaşında hər ikisi var idi və xanım illərdir artıq xəyanət görürdü. İndi mənim pasiyentimin 17 yaşlı bir qızı var idi. Və pasiyentim deyirdi ki, mən nə edirəmsə qızım üçün eləyirəm. Mən seanslara qoşulmaq istəyirəm, ancaq bəzən qızımın ehtiyacları olur, maddi olaraq onları qarşılayıram deyə bəzən seansları gecikdirirəm, zamanda qoşula bilmirəm, kimi. Ancaq bunu deyəndə bilirsiniz nədən xəbərdar deyildi. Pasiyentimə dedim ki, siz bilirsiniz, bəs siz bu həyatınızda bunları dayandıraraq, yoldaşınızın sizə rəftarına belə deyək, yox deyərək, bunu qəbullanmayaraq, özünüzdə bunu dönüşdürərək, əslində özünüzə və əslində birinci növbədə qızınıza fayda verirsiniz. Çünki xanım bunu dilə gətirmişdi ki, mənim qızım atasına nifrət edir. Çünki atası onun gözünün qabağında dəfələrlə məni alçaldıb və dəfələrlə mənə əl qaldırıb. Amma xanıma dedim ki, qızınız nə qədər atasına nifrət etsə də, qızınız gələcəkdə eyni ilə atası kimi bir kişi ilə münasibət quracaq, ailə quracaq bəlkə də. Və hal-hazırda nə qədər atasına üsyan eləyib, baş qaldırıb cavab versə də, irəliyən zamanlarda eyni ilə sizin kimi susmağa başlayacaq. Və xanım can alıcı bir nöqtəyə toxundu ki, hal-hazırda mənim qızımın dedi 17 yaşı var və mənim qızım atasından nifrət etsə də, qızımın bir sevgilisi var və tam da atasına bənzər bir oğlandı. Və qızım bəzən evə gələndə qolu, üzü göym-göy olur. Yəni, fiziki şiddəti görür artıq 17 yaşında. Qız ataya nifrət edir, amma atanın eyni ilə xarakterini daşıyan bir oğlanla münasibət yaşayır və eyni ilə ananın yaşadıqlarını qız özü yaşayır. Və eyni zamanda o qız, 17 yaşındakı qız uşağı anasına sən niyə dözürsən, gəl başımızı götürək gedək kimi sitəmlərdə, üsyanlarda çıxış edirdi ki, mənim pasiyentim bunu mənə demişdi. Yəni, baxın, beləcə nə olduğunu biz anladıq. Bu nəyin sübutu oldu? Bir qadın, hər nə qədər, bir qadın yox, həmçinin kişi də, insan gözünü açdı, kişini necə gördüsə, o ona yad gəlməyəcək. İndi gəlin sizə bir sual verim. O sualı mən üçün cavablandırın ki, görək bu cavablar nəticəsində hansı, belə deyək, aydınlanma olacaq bizdə. Deməli, düşünün ki, evinizin qapısı yaşıldır. O evin, yəni o qapının ardında siz bəzən ağlayırsınız, bəzən üzülürsünüz, bəzən sevinirsiniz, bəzən çox xoşbəxt hiss edirsiniz özünüzü, bəzən xəyanət görürsünüz, özünüzü çox dəyərsiz, aşağılanmış hiss edirsiniz. Və o evin qapısı nə rəngdə dedik? Yaşıldır. İndi, daha sonra mən götürürəm hər birinizi tək-tək, aparıram boş bir əraziyə. Və o boş ərazidə 3 dənə qapı var. Qırmızı, sarı və yaşıl. İndi, tez cavablandırmağınızı istəmirəm. Biraz düşünün zəhmət olmasa. Ən azından 1 dəqiqə, 30 saniyə düşünün. Hansı qapıdan girərdiniz? Qırmızı, sarı, yaşıl, boş ərazidə hansı qapıdan girərdiniz? Zəhmət olmasa qapının rəngini ora yazın.
cavabların çoxu. Yəqin ki, bildiniz nədir? Cavabların çoxu yaşıldır. Bəli, bilirsiniz niyəsin? Çünki o yaşıl qapını siz tanıyırsınız. O yaşıl qapı sizə yad deyil. Çünki o yaşıl qapı artıq sizə doğmadır. Çünki gəlin bunu özətləyək bir cümlə ilə ki, tanıdığım cəhənnəm, tanımadığım cənnətdən daha güvənli gəlir. Elə deyil. Yəni, yaşıl qapı mənim evimin qapısıdır. Və o qapının ardında mən bəzən ağlayıram, bəzən üzülürəm, kimi. Və daha sonra o qapının ardında mən bəzən aşağılanıram, bəzən də gülürəm. Amma mən o qapını tanıyıram və o qapının ardındakı problemlərlə necə baş edə bilərəm, necə bunları həll edə bilərəm, artıq bunu bilirəm. Ona görə də məhz sizi o boş əraziyə aparanda 90%-inizin seçəcəyi qapı rəngi yaşıl olacaq. İndi sizə başqa bir örnəyi vermək istəyirəm ki, yaxşı, mənim anam belə bir qadındır, amma hal-hazırda bizim əlimiz əl çatmayan hər yerə çatır. İnternet var, artıq süni intellekt var, artıq sosial şəbəkələr var və bunların vasitəsilə biz özümüzü dönüşdürə, dəyişdirə bilirik. Və hal-hazırdakı vəziyyətimizin nə olduğunu seminarın ortasında edəcəyim şuuraltı seansla artıq siz də müəyyənləşdirə biləcəksiniz ki, mən hal-hazırda hansı həddəyəm. Deməli, indi düşünün zəhmət olmasa. Uşaqlıqda nə qədəriniz, bu bilirsiniz nəyə toxunur? Dişi enerjidə problem yaşayan qadınlar, qadın kimi ola bilməyən qadınlar. Uşaqlıqda nə qədərinizə, hansılarınıza deyiblər ki, elə oturma, sən qız uşağısan. Elə gülmə, bərkdən gülmə, qız xeylağı elə gülməz, ayıbdır. Elə pis qızlar gülür. Gezdeyin, nə olub hələ mənə, qoyun deyim qutarım. Bəs başqa, oğlanlarla dostluq eləmə, olmaz, ayıbdır, adıva söz çıxardarlar. Filan kəslə çox gülmə. Sus otur, qız xeylağı idarə eləyər, yola verərsən, qız xeylağısan. Hamımız elə eləmişik, ay qızım. Hamımız susmuşuq, hamımız müəyyən problemləri gözümüzü yummuşuq. Elə deyil. Hal-hazırda mesajlar doldu. Yazın görək hansınıza bu deyilib. Bəli, bir xanım yazıb 35 yaşına qədər mənə də bu deyilib. Hal-hazırda texniki bir problem var. Neyəyə? Gedə Instagramda da canlı yayın açaq. Bura qoşula bilməyənlər var. Instagramdan onlar da qoşulsun. Deməli, bir çoxunuza bu deyilib. Yaxşı, bu bir çoxunuza deyilibsə, indi bu sizin həyatınıza bilirsiniz nə kimi təsirlər göstərəcək? Yoldaşım əgər bir şeydən razı deyilsə, deməli, məndə əksi nələrsə var. Yoldaşımı razı sala bilmirəmsə, deməli, problem məndədir. Əgər yoldaşım nədəsə narazıdırsa, deməli, mən yoldaşımı razı salmaq üçün əlimdən gələni etməliyəm. Mən yoldaşımın bəzi xətalarına göz yummalıyam. Kimi bir çox inanclara gətirib çıxardır və daha sonra yoldaşım evə bazarlıq eləmir, bazarlığı mən özüm eləyərəm. Burada evinin bazarlığını ailəli olmasına rağmen eləyən neçə dənə xanım var. Və ya evində nələrsə xərab olanda özü həll etməyə çalışan, o problemi aradan qaldırmaq üçün çalışan, yoldaşının, belə deyək, onun təkidlərinə, necə deyək, cavab vermədiyi üçün evin bütün problemlərini, uşaqların bütün ehtiyaclarını özləri həll etməyə çalışan neçə nəfərik?
Əziz asistanım, Instagramda canlı yayın açıldı. Daxil ola bilməyənləri ora yönləndirə bilərsiniz. Bir çox xanım, mən. Bəli, bilirsiniz niyə siz? Çünki siz uşaqlıqdan elə proqramlanmısınız ki, bir kişini mən razı salmaq məcburiyyətindəyəm. Yox, heç bir kişini razı salmaq məcburiyyətində deyilsiniz. Heç bir kişi üçün özünüzdən nələrisə qurban vermək məcburiyyətində deyilsiniz. Yaxşı, indi gəlin belə düşünək də biz. Uşaqlıqdan bizə əslində bunlar deyiləndə. Nə oldu bizdə? Biz zamanla qadın olmaqdan utandıq. Biz zamanla qadın olmağın ayıb olduğunu düşündüyümü. Mən qız xeylağıyam, ora girməyim. Mən qız xeylağıyam, bura getməyim. Qadın xeylağı susar da, qadın xeylağı sakit olar da, dedikmi? Bunu deyə-deyə özümüzü alt plana, ikinci plana atdıqmı? Atdıq. Və beləcə nə oldu? Yoldaşlarınız sizi hansı qadınlara, belə deyək, sizi dəyişdi hansı qadınlara? Yoldaşlarınız sizə hansı qadınlarla xəyanət etdi? Yoldaşlarınız sizə dəyər verməyib hansı qadınlara dəyər verməyə başladı? Məhz elə uşaqlıqdan sizə o ayıbdır, bu ayıbdır deyə qadağa qoyulan hərəkətləri edən qadınlarla. Bilirsiniz niyə əzizim? Çünki siz uşaqlıqdan artıq o təlqinləri ala-ala düşünmüsünüz ki, qadın olmaq ayıbdır. Qadın olmaq o deməkdir ki, ikinci planda olmaq. Qadın olmaq zəif olmaq deməkdir. Ona görə də siz özünüzü həmişə ikinci plana atmışsınız. Yaxşı, gəlin bir şey soruşum. Aranızdan yoldaşınız sizdən nə isə istəyəndə, gəlin belə bir şey təsəvvür eləyək də. Tutaq ki, eyni zamanda Instagramdakı izləyicilərə də səslənirəm. Salam, xoş gəlmisiniz. Deməli, deyək ki, otağınızdasınız, özünüzə ayırdığınız bir vaxtda və əlinizi kremləyirsiniz. Əlinizi kremlədiyiniz anda yoldaşınız oturub oturma otağında və ya qonaq otağında. Sizə deyir ki, mənə çay gətir və ya mənə kofe gətir. Siz o anda 2 dənə variant deyəcəm. Yenə də zəhmət olmasa, həmçinin Instagram üçün də deyirəm. 2 dənə variant deyəcəm. Zəhmət olmasa, kim hansını edirsə o variantı yazsın. Mən əllərimi yuyuram. Gedirəm yoldaşımın çayını, suyunu, kofesini verirəm ona. Birinci onu razı salıram deyənlər. Zəhmət olmasa 1 yazsın. Mən, yenə birlər də oldu. Mən yoldaşıma deyirəm ki, əzizim, hal-hazırda əlimi kremləyirəm, hal-hazırda özümlə məşğulam. Bunu bitirdikdən sonra sənin çayını və ya kofeni verəcəm deyənlərsə 2 yazsın, zəhmət olmasa. İkilər də çox var, ancaq əfsuslar olsun ki, yenə ən çoxu 1. Bilirsiniz niyə? Artıq bilirsiniz niyə? Çünki uşaqlıqdan siz o təlqin aldınız. Qoy birinci kişi razı olsun, birinci kişini razı sal, sonra o birisiləri həll eləyərsən. İndi, yaxşı. Bəs bunları necə həll etmək olar? Yaxşı, biz uşaqlıqdan bu qədər problemi yığdıq. Siz də gəldiniz, bunları bizə açdınız. Burada dediniz ki, sizin belə problemləriniz var və bunlar buradan qaynaqlanır. Biz bunları necə həll edə bilərik? Elə tam da bunu həll etməyiniz üçün sizə bir proqram hazırlamışam. Hansı ki, bu proqramda sizinlə dərin şuuraltı seans olunacaq. Və burada öncəliklə birinci həftə biz başlayacağıq ana-ata kodlarını işləməyə. Misal üçün, atam anama xəyanət edirdi. Mən gedib anama həmişə deyirdim ki, sən bu kişiyə necə dözürsən? Və nəticə olaraq mən ailə qurdum və ya mən hal-hazırda sevgilimlə bərabərəm, nişanlıyam və nişanlım və ya sevgilim mənə xəyanət edir, amma mən bunlara susuram, amma mən bunlara dözürəm. Və nəticə olaraq siz hər nə qədər ananızı qınasaz da, atanızı sevməsəz də, onlara çox hirsli olsanız da, atanız kimi kişini həyatınıza çəkmişsiniz. İndi, şuuraltında bu bəhs etdiyim proqramın adı öncəliklə qadınlığımı qəbul edirəm 2-dir. Biz bunun birincisini etmişdik və bir çox xanım
artıq özünə pul xərcləməyə qıyırdı. Hansı ki, o xanımların pulu olduğu təqdirdə belə özlərinə pul xərcləməyə qıymırdı. Amma xanımlar artıq nə vaxt ki, özlərinə pul xərcləməyə qıydılar, ondan sonra onlara yoldaşlarından, ətraflarından, öz ailələrindən daha çox pul verildi və eyni zamanda işlərində mövqe olaraq yüksələn xanımlar oldu. İndi bununla bağlı başqa bir misal da göstərəcəm sizə, elə məhz öz həyatımla bağlı. Hətta bəzi pasiyentlərim, əgər burada pasiyentlərim varsa məndən bir seans alan, onlar bilirlər, onlara danışmışam bu barədə. Deməli, biz bu qadınlığımı qəbul edirəm 2 xidmətində 4 dənə qrup seans edirik. Və bunların 4-ü də şuuraltı seans olur. Və eyni zamanda birinci həftə şuuraltı seansda ata-ana kodlarını işləyirik. Hansı ki, xəyanətkar kişini, dəyər verməyən kişini və ya özünə dəyər verməyən qadın olmağı, öncə kişini ön plana qoymağı, belə deyək, bu nəticələri bizə verən, səhv kodları, uşaqlıqdan gələn, kişi belə olar, kişi xəyanətkar olar, hər nə qədər kişi dediyin xəyanət eləməz, xəyanət eləyirsə elədir, belədir desəniz də, həyatınıza çəkdiyiniz kişilər əgər sizə dəyər vermirsə, sizə xəyanət edirsə, çünki siz atadan elə kişi görmüsünüz. Necə ki, hamınız yaşıl qapını seçdiniz, hamınız deməyək, 90%-niz, 95%-niz yaşıl qapını seçdiniz biyaqları. Deməli, siz kişi olaraq da ata necədirsə, həyatınıza o cür partnyor seçəcəksiniz. Birinci həftə ata-ana kodlarını aradan qaldıraraq artıq bu nəticədə öncəliklə özümüzə dəyər verməyə başlayacaq. Daha sonra partnyordan dəyər görməyə başlayacaq və beləcə həyatımıza çəkdiyimiz partnyorlar, çəkəcəyimiz partnyorlar və ya hal-hazırda həyatınızda olan partnyorlar artıq sizə qarşı dəyişəcək. Sizə qarşı davranışı, sizə qarşı rəftarı, dəyəri dəyişəcək. Bəs bu necə olacaq? Bu elə olacaq ki, baxın. Bununla bağlı birazdan bir texnika verəcəm, kiçik bir texnika, hansı ki, sual-cavabdır. Burada onu cavablandıranda özünüz hər şeyi başa düşəcəksiniz. Daha sonra yoldaşınızın sizə olan davranışı, sizin özünüzə olan davranışınız və şuur altındakı inanclarınız necə dəyişəndən sonra o da dəyişəcək. Çünki necə ki siz xəyanət edən ata gördünüz, dəyər verməyən ata gördünüz, necə deyək, dəyərsizləşdirən, alçaldan, aşağılayan ata gördünüz və o atanı çəkdiniz həyatınıza. Eyni şəkildə də artıq şuur altında atanın kodunu dəyişəcəyik ki, kişi əslində belə olmur. Doğru ata, doğru kişi profili necə olur? O kodları sizin şuuratınıza yerləşdirəcəyik. Dəyərli qadın, sevilən qadın, axtarılan qadın, xəyanət görməyən qadın, arxasından qaçılan qadın necə olar? Bu kodları yerləşdirəcəyik sizin şuuratınıza və beləcə, necə ki şuuratı sizin həyatınızı tənzimləyir, yönləndirirsə, artıq həyatınızdakı dəyişiklikləri görəcəksiniz. Və qadınlığımı qəbul edirəm xidmətinin ikinci seansında, ikinci həftəsində olacaq bizim özümüzlə bağlı seansımız. Hansı ki, biz burada özümüzlə bağlı bağlantı quracağıq. Uşaqlıqda hansı travmalarımız oldu? Biz nələri kod olaraq qəbul etdik? Elə oturma qızım, qız xeylağı sakit olar, qız xeylağı bərkdən gülməz, qız xeylağı elə gülməz, qız xeylağı yola verər deyərək sizi qadın olmaqdan utandırdılar. Sizə qadın olmağın əslində ayıb olduğunu kodladılar, təlqin elədilər. Elə o kodları yığışdırandan sonra artıq sizin öz dəyəriniz və dişil enerjiniz yüksək sürətlə yüksəlməyə başlayacaq, artmağa başlayacaq və beləcə bu sizin öz həyatınızı, öz dəyərinizə və münasibətinizə təsir edəcək. Daha sonra gələcək 3-cü həftəyə qadınlığımı qəbul edirəm 2 xidmətində. 3-cü həftədə biz işləyəcəyik partnyorla bağlantını. Mən partnyorumla nə problemlər yaşayıram? Bu partnyorumla problemlərin hansını əslində mən şuuraltı seansla həll edə bilərəm? Əslində partnyorum mənə aydan danışır. Əslində mən də ona günəşdən danışıram. Bunlar çox uzaq deyirlər. Amma biz bir-birimizi anlamırıq. Elə bil o mənə göydən danışır, mən ona yerdən danışıram. Çünki fiziki olaraq qulağınız bir şeyləri eşitsə də, əslində mənəvi qulağınız, burada olan qulaq onu eşitmir.
Çünki artıq ona qarşı o qədər dolmusunuz, o qədər nifrətlə bəslənmisiniz ki, artıq kişini bağışlaya bilmirsiniz. Məsələn, partnyorla üzləşmədə artıq partnyoru nə üçün düzgün anlamıram? Partnyorumla bağlı hansı səhv kodlarım var? O özdə məni başa düşməyəcək. O ilə danışsam da ona heç bir fərqi yoxdur dediyiniz nöqtələr. Mənə qulaq asmır, mənə dəyər vermir. Hə, nə olsun, mən deyirəm ki, filan şeyi sən elə. Özdə eləmir ki, özdə məni saymır ki, dediyiniz nöqtələr. Bunların hər birinə o şuuraltı seansda, yəni 3-cü həftədəki şuuraltı seansımızda toxunacağıq və bunların üzərində işləyərək bunu dönüşdürəcəyik və bunun nəticəsində də partnyorunuzla həyatınızda və partnyorunuzun sizə qarşı davranışında böyük dəyişikliklər baş verəcək. Daha sonra 4-cü həftə hər kəsin belə deyək, qazana bilməyəcəyindən qorxduğu pul olacaq. Şuur altında pul işləyəcəyik. İndi gəlin ki, pul inanclarımız bizə əslində nələrdən bəhs edir, biraz ondan danışaq. Pulla bağlı inanclarımız bizim həyatımızda əslində onları, pulu necə qəbul edəcəyimizi göstərir. Gəlin belə deyək sizə. Deməli, özümdən bir misal göstərəcəm sizə. Hələ illər öncə mən səhifəmi yeni açmışdım. Və ətrafımda psixoloq, psixiatr, ekspert, eyni zamanda coach, rəfiqələrim çox var idi. Və baxırdım ki, onların hər birinin pasiyentləri onlara gəlir və onların maddi olaraq imkanları çox yüksəkdir. Amma baxırdım, mənim pasiyentlərim mənə gəlir, məndən razı qalırlar, amma daha sonra belə üzlər edirlər ki, mən imkanım çatmır. Ayşəm xanım, çox əfsuslar olsun ki, seansa artıq, yəni bu 4-cü seansımızda 5-ci seansa davam edə bilməyəcəm, kimi. Və ya 3-cü seansa gələ bilməyəcəm, sadəcə 2 seanslıq pulum var, sadəcə 3 seanslıq pulum var və ya üzüyümü satmışam, sadəcə 3 seans ala bilərəm, kimi. Və burada nəticə olaraq mən özümü sorğulamağa başladım ki, məndə nə səhv var? Niyə görə məhz mənim digər rəfiqələrimin pasiyentləri onlarla uzun müddət işləməyə maddi olaraq gücləri olur, amma mənim gələn pasiyentlərimdə məhz elə həmişə pul problemi olur. Başladım özümü analiz etməyə və nəticə olaraq bilirsiniz nə tapdım. Deməli, gəlin deyək, biri budur, biri də budur. Bunların ikisini də mən bəyənirəm. Deyək ki, bunların biri qələmdir, biri dəftərdir deməyək də. Bunların ikisi də eyni funksiyanı deyə yerinə yetirir. Mən bunların ikisini də bəyənirəm, amma bunu daha çox bəyənirəm. Bu, belə də pis olmaz, yəni funksiyasını yerinə yetirəcək kimi bəyənirəm. Bu 200 manatdır, bu 150 manatdır. Mən gedirdim, həmişə bunu alırdım. 200 yox, 150. Çünki deyirdim ki, bunun gördüyü işi bu da görür. Olmasın çox ürəyim gedən şey. Olsun mənim işimi görən, mənə lazım olan funksiyanı yerinə gətirən bir əşya. Ürəyim getdi, getmədi. Nə vaxt şey olar, necə deyim, keyfimə düşər, onu da alaram. Deyirdim. Bunu mən deyirdim. İllər öncə. Daha sonra bunun fərqinə vardım ki, mən özümə yetəri qədər pul xərcləməyi qıymırammış. Və ondan sonra başladım vəhşicəsinə pul xərcləməyə. Misal üçün, bu 100 manat, 200 manat idi, bu 150 manat idi. Məhz gedirdim, elə 200 manatlıq alırdım. Otururdum evdə, ürəyim sıxıldı, gedirdim bayra kofe içirdim. Özü də gedib o harda uyğun qiymətə kofe verirlər yox. Mənim ürəyim harda kofe içmək istəyir? Orada. Hətta menunu açırdım. Hansı kofenin şəkli xoşuma gəlir, qiymətinə belə baxmırdım. Özümü tərbiyə eləyirdim. Özümün texnikalarımla özümü əhliləşdirirdim. Və mən bunları həll etdim. Mən bunları artıq düzəldəndən sonra, baxın, mən öz üzərimdə hardasa belə deyək, 3 həftə falan işlədim. Yəni, heç bir ay olmadı ki, bir pasiyent gəldi, 1 aylıq paket götürdü. Digər pasiyent gəldi, 3 aylıq paket götürdü, seans paketi. Daha sonra baxdım, pasiyentlərim artıq, bəli, indi onu da deyəcəm ki, o hardan qaynaqlanırdı məndə. Pasiyentlərim artıq mənə, yəni mənim xidmətlərimə doğrudan da belə rahat-rahat pul xərcləyir və artıq pulu xərcləyə bilən, eyni zamanda qazana bilən insanlardır mənim pasiyentlərim. Bilirsiniz, məndə o vaxt hansı inanc var idi? Mən elə bilirdim ki, pul qutara bilər. İndi deyəcəksiniz ki, xərcləsək qutarar da. Yox, əzizim. Sən o pulu xərclədikcə o pul sənə gəlir. İndi gəlin,
bir sual verim sizə. Eyni ilə sizə də. Deməli, birinci sualım odur ki, tutaq ki, siz gedmişsiniz hər hansısa bir mağazaya və orada, necə deyək, çox bəyəndiyiniz bir çanta var. Amma eyni zamanda da baxırsınız ki, tutaq ki, qırmızı çantanı çox bəyənirsiniz. Onun yanında bunun bardovu rəngi var, yəni tünd qırmızısı. Amma o endirimdədir. Bu 200 manatdır, bu isə 150 manatdır. Endirimdə olan 150 manatdır. Hansını alardınız? 200 manatlığı alan 200 yazsın, 150 manatlığı alan 150 yazsın, zəhmət olmasa. Eyni çantada, eyni brenddir, eyni... Hər kəs 150. Instagramdakı iştirakçılar nə üçün yazmır? Sualım həmçinin sizə də aiddir. Sual bir də təkrar edə bilərsən, zəhmət olmaz. Deməli, bir mağazaya getdik. Gözəl bir brenddir. Burada 2 dənə çanta var. Eyni çantadır. Biri qırmızı rəngdədir. Qırmızı rəngdə olanı çox bəyənirsiniz. O 200 manatdır. Digəri tünd qırmızı, yəni bardovu rəngdədir. O amma 150 manatdır. Siz hansını alarsınız? Eyni brenddir, eyni modeldir. Ay, sağ ol. Mən də 150-ni alırdım o vaxtda. Aydındır, cavablar aydındır. Yenə də 90-95%imiz 150. Qırmızını çox bəyənirdim. Amma gedirdim, bardov olanı, tünd qırmızını alırdım. Çünki o skitkadaydı. Və məndə bilirsiniz, bu hardan gəlmişdi? Mən uşaqlıqda 17 yaşıma qədər çox gözəl şəhzadələrə yaraşan bir həyat yaşamışdım. Amma yəni o qədər gözəl bir həyat yaşamışdım ki, mənim 4 dənə baxıcım var idi. Biri şəxsi ehtiyaclarımla məşğul olurdu, digəri mənə təhsil verirdi. Yəni belə deyə rəngləri öyrədirdi. O vaxt hələ oxuyacaq dərəcədə böyük deyildim, balaca uşaq idim. Digəri məni gəzdirirdi kimi. Hər biri fərqli ehtiyacımı görürdü. Özəl şoferimiz var idi, məktəbə şoferlə gedirdik, gəlirdik. Ancaq vaxt zaman gəldi və 17 yaşımda mən atamı itirdikdən sonra biz bankrot olduq. Və beləcə mənim şuuraltıma bu yerləşdi ki, pul var idi. 17 yaşından sonra artıq pul yoxdur. Pul bitdi. Ölənlərinizə rəhmət, çox sağ olun. Artıq pul yoxdur. Pul yoxdursa, o deməkdir ki, mənim bu günləri, sabahları pulum oldu, mən onu xərcləsəm, birisi gün mənim pulum olmaya bilər. Mən bu məntiqlə illərlə həyatıma davam elədim. Və bu məntiqlə mən də getdim sizin kimi 200 manatlığı yox, 150 manatlıq sumkanı aldım. Və nəticə olaraq mən nə vaxt ki bunu dəyişdirdim, doğrudan da xərcləməyə başladım. Gedirdim restorana, sadəcə yeməklərin adlarına, tərkibinə və şəklinə baxırdım. Heç bir şəkildə yeməklərin qiymətinə baxmırdım. Ürəyim hansını istəyirdi, hansını bəyənirdim, onu seçirdim. Və elə bundan sonra da mənə daha özünə yatırım eləyə bilən, daha çox pul xərcləyə bilən və daha çox qazana bilən pasientlər gəlməyə başladı. İndi pulla bağlı şuuraltınızda necə inanc varsa, pulla bağlı nələrə inanırsınızsa, elə o cürdə pul sizə gəlir. Yəni, şuuraltında biz qadınlığımı qəbul edirəm 2 seansının, xidmətinin 4-cü seansında, 4-cü həftədəki seansında bizim işləyəcəyimiz nöqtə odur ki, pul. Niyə görə mənə pul gəlmir? Pul qazanmaq niyə mənim üçün bu qədər çətindir? Niyə mən bu qədər çox işləyirəm, amma pul qazana bilmirəm? Niyə yoldaşım mənə pul vermir? Niyə görə yoldaşım mənə bahalı hədiyyə almır? Niyə görə yoldaşım məni gəzdirmir, mənə paltar almır, məni bahalı restoranlara aparmır və ya məni heç restorana aparmır? Kimi? Bunun üzərində işləyəcəyik və pulla bağlı səhv kodlarınızı aradan qaldıracaq. Bunları aradan qaldırandan sonra gəlin sizə bir nəticə verim. Hansı ki, pasiyentimin nəticəsidir. Deməli, pasiyentim gəldi, bir problemlə gəlmişdi. Şuuraltı hər hansısa bir problemlə. Çünki qaynanam qoymur. Qaynananız qoymursa belə, baxın, o qoymur, bu qoymur deyil. Əzizim, sən özün qoymursan.
Siz özünüz qoymursunuz. Siz özünüz qoyduğunuz nöqtədə heç kim sizə gələn axışı, nə sevgi axışını, nə pul axışını dayandıra bilməz. Sizə nə gəlmirsə, siz nədən məhrum olursunuzsa, deməli siz buna açıq deyilsiniz. Elə bu qadınlığımı qəbul edirəm 1 aylıq bu xidmətdə də işləyəcəyimiz 4 şuraltı seansda məhz elə bununla bağlıdır ki, siz artıq özünüzü sevgiyə, dəyərə, görülməyə, sayılmağa, artıq partnyorla düzgün münasibətə və pul axışına açırsınız. Ana ilə atadan gələn səhv kodları yığışdırırsınız. Deməli, bəli, demək ki, siz ona hazır deyilsiniz. Deməli, burada mənim pasiyentim gəldi və pasiyentimin şuraltına getdik. Pasiyentim mənə deyirdi ki, həmişə Ayşəm xanım, mən çox işləyirəm. Həddindən artıq çox işləyirəm və çox uğurlu bir qadınam. Amma mən heç cürə qazandığım, yəni hak etdiyim pulu qazana bilmirəm, ala bilmirəm. Yəni, burada, misal üçün, normal 5 saat işləyən alırsa 1000 manat, o haradasa işləyirdi 9 saat, o almalıydı 2000 manat, amma o 2000 manat əvəzinə elə 1000 və ya 1500 manat alırdı. Daha sonra biz bu pasiyentimin şuraltına girdik, şuraltı seans etdik və pasiyentim nə qədər mən çox pul istəyirəm, mən çox pula ehtiyacım var desə də, biz şuraltına gedəndə, şuraltı seansda pasiyentim dedim ki, bəs gedək pulu tapaq və pasiyentim nəticə olaraq şuraltında məlum oldu ki, pasiyentim əslində puldan qorxur. Biz hər nə qədər mən pul istəyirəm desə də biz puldan qorxuruq. Çox puldan qorxuruq. Baxın, gəlin bir sual verim. Deyək ki, bugün və ya sabah səhər durdunuz. İçində 100.000 evro olan bir sumkanı gətirdilər, qoydular qabağınıza. O 100.000 evro ilə nə edəcəksiniz? O anda durdunuz, gördünüz bunu. Nə hiss eləyəcəksiniz o anda? Bir dənə yazın zəhmət olsa, qısa-qısa. Sevinç, həyəcan, qorxu. Yazın qısa-qısa. Sevinç, həyəcan, qorxu. Nə? Şok, həyəcan, sevinç, qorxu, bəli. Elə əzizim, ona görə də o pul sizə gəlmir. Ona görə də siz o pulu heç cürə mənimsəyə bilmirsiniz, qəbul eləyə bilmirsiniz. Çünki siz pula hazır deyilsiniz hələ. Nə vaxt ki, siz doğrudan da özünüzə gözünüzü yumub yatırım edə biləcəksiniz. Özünə yatırım bilirsiniz nədir? Ən bəsitindən. Mənim hal-hazırda ürəyim kofe içmək istəyir. Gedib bayırda o kofeyə 15 manat verməkdənsə, hazır elə gedim burada özümə düzəldim də, evdə var da kofe. O boyda Yakob salıb qoyub ora. Yoldaşım 15 manata. Bunu deyirsiniz, gedirsiniz evdə kofenizi içirsiniz. Amma gedib 15 manatı verib, halbuki siz restorandan bir kofe alsaz. Orada da şok, bəziləri sevinç, kimi. Siz gedib əgər özünüzə o 15 manatlıq kofeni qıysaz, onu alsaz, elə orada artıq sizin bloklarınız çözülməyə başlayacaq. Və biz nə dedik? Qadınlığımı qəbul edirəm 2 xidmətində. Biz artıq başlayacağıq öncəliklə ana ilə ata münasibətə elədiyi təsirlər, bu kodların hər birini təmizləməyə. Daha sonra keçəcəyik sizin özünüzə. Şuraltında qadın olmaqla bağlı hansı səhv kodlar var? Münasibətə nələri daşımısınız? Dişi enerji ilə bağlı nə kodlarınız var? Sizin dişi enerjiniz niyə blok olunub? Kök çakranız niyə blok olunub? Bu cür İlhamə xanım kimdir? Biri İlhamə xanım yazıb mən. Bu cür kodların nəticəsində artıq biləcəksiniz ki, məndə anadan, atadan münasibətimə hansı kodu daşımışam. İlk həftə bunu işləyəcəyik və bunu aradan qaldıracağıq. İkinci həftə özünüzlə bağlı dişi enerjidə hər hansısa bir blokların və ya təlqinlərin, yəni elə oturma, belə eləmə, qadın yola verər, qadın susar, qadın sakit olar kimi nöqtələrə toxunaraq bunların hər birini aradan qaldıracağıq. Daha sonra 3-cü həftədə partnyorla görüş şuuraltında olacaq və eyni ilə partnyorla hansı mövzularda anlaşa bilmirsiniz, bir-birinizi anlaya bilmirsiniz. Bununla bağlı olacaq və 4-cü isə pulla bağlı olacaq. Və bu seansları ayrı-ayrı məndən aldığınız təqdirdə bu seansların qiyməti olacaq hardasa 450 manata yaxın. Amma bunu yarı qiymətindən daha aşağı bir qiymətdə ola biləcək kimi bir paket hazırladıq və 1 aylıq
sizinlə şuuraltınızın üzərində işləyəcəyik. Daha sonra bunların həllərini dedik ki, necə həll edə bilərik. İndi gəlin belə bir sual-cavab edək. Bu vaxta kimi sizi ailəniz, yoldaşınız və ya partnyorunuz və ya yəni sevgiliniz, nişanlınız və ya ananız, atanız necə sevib? İndi deyirəm sizə. A variantı. Səni sevirəm, səni çox istəyirəm, çünki mənim qızım çox bacarıqlıdır, mənim qızım çox ağıllıdır, ona görə mən qızımı çox istəyirəm. A variantları kimdir? Mənim qızım çox qazanır, ona görə mən onu çox istəyirəm. B variantı. Əgər universitetdə stipendiya alacaq qədər uğurlu bir tələbə olsan, sənin gözlərindən öpərəm. Əgər əlaçı olsan, sənə hədiyyə alacağam. Əgər mənə yaxşı rubrik qiymətləri gətirsən, səni tətilə aparacağam. Əgər bunu eləsən, nə bilim, sənə bunu alacağam. Bu B variantı. Özünü yaxşı aparsan, səni, nə bilim, qonaq aparacağam, gəzməyə aparacağam, sənə paltar alacağam. İndi C variantı isə belə eləyirsən, əbi yox, gələn dəfə düzəldərsən. Belə bir səhv var, əbi yox, gələn dəfə düzəldərsən. Əbi yox, sən mənə qarşı hal-hazırda hirsli, əsəbi olsan da, biraz sakitləş, danışarıq və ya sən bəzən belə aqressiv və ya bəzən belə soyuq davransan da, biz yenə də sənin sakit bir anında yola gedərik. Bu da C variantı. İndi bunlardan biri əgər sevgisidir. Digəri çünki sevgisidir. Bir digəri isə rəğmən sevgisidir. Aha. Deməli, A variantı yazanlar. A variantında dedik ki, əgər. Əgər sevgisi nədir? Sizə şərtli sevgi verir, düzdürmü? Əgər bunu eləsən, belə eləyəcəm. Əgər onu eləsən, belə eləyəcəm. Yəni, eləməsən səni sevməyəcəm. Eləməsən səni aparmayacam. Eləməsən səni gəzdirməyəcəm. Bir sonraki B variantı yazanlar. Çünki səni sevirəm, çünki çox pul qazanırsan. Mənim ağıllı qızımsan, çünki çox uğurlusan. Nə bilim, eləsən, çünki mənə heç vaxt yox demirsən. Çünki yenə şərtli bir sevgi. Yəni sən məni nədəsə razı salırsan ki, mən səni sevirəm, mən səni çox istəyirəm, mən sənə dəyər verirəm. Amma rəğbən sevgisi ilə odur ki, sən nə edirsən elə, mən səni hər zaman sevəcəm. Baxın, C variantlarına gəlin baxaq, görək nə qədər C variantı var. 1, 2, 3, 4, 5, 7 dənə C variantı var. Qalan hamısı A, B, B, B. Deməli, bu bilirsiniz nədir? Bu o deməkdir ki, siz artıq özünüzü şərtli sevgiyə məhkum etmişsiniz. Mən yemək bişirməsəm, axşam kişi mənim üzümə gülməz. Mən onun istədiyi kimi giyinməsəm, o məni sevməz. O mənə artıq dəyər verməz. Mən əgər onun mesajına gec cavab versəm, o mənə bir də mesaj yazmaz. Mən onun zəngini əgər əlim yağlı, əlim sulu açmasam, o mənə gələn dəfə zəng eləməz. Kimi? İndi sizə bir sual cavab etmək istəyirəm. Buyurun, zəhmət olmasa suallarınızı açın, səsinizi bir-bir verin. Bu dediklərim mövzuda. Mənə sualınız varmı? Başqa bir sual yox. Sadəcə bu vaxta kimi danışdıqlarımla bağlı. Sualınız varmı? Eşidirəm sizi. Instagramdakı sualları, bu sual burada aşağıda, sağ tərəfdə, baxın burada. Burada. Sual bölməsi var. Ora yazın, oradan baxacağım. Siz isə burada sual vermək istəyənlər, zəhmət olmasa səsinizi açın. Salam, axşamınız xeyir. Salam, axşamınız xeyir. Buyurun. Mənim sualım sizə bununla bağlıdır ki, bu danışdıqlarınızdan mən belə nəticə öz üzərimdə anladım ki, məndə öz güvən problemi var. Nəyisə eləyirəm, təbii ki, bacarıram, öz ayağımın üstə duran, iş barədə öz karyeramı quran bir insanam. Boş deyiləm, sadəcə olaraq öz güvən var. Ətrafımda padroqalarım, yaxınlarım, deyirsən bunu bacarırsan. Ancaq o iş tam hazır olana qədər elə bilirəm ki,
mən onu bacara bilməyəcəm. Nə olsa elə bilirəm ki, eləyə bilməyəcəm. Özgüvən problemi var. Mhm. Çox sağ olun məncə də. Bəli. Yaxşı, indi özgüvən problemi sizdə ailədənmi gəlib, yoxsa yoldaşdan bunun təsirlərini görürsüz? Yox, mən ailədə xoşbəxt bir ailəmiz olub. Atam bizi çox gözəl böyüdür, mamam çox yaxşı. Evlilikdən sonra yaranıb. Yəni, amma əslində siz onu bilirsiniz də, ana-atadan almısınız o kodları. Bizim bacı, siz danışdığınızın heç biri bizim ailəmizdə mənim atamdan bağlı olmayıb. Sadəcə olaraq belə deyim, bizim ailə dinə çox bağlı olub. Biraz açıq geymək, yəni olmaz. Qadağalar olub açıq geyməklə bağlı. Dinlə biraz fərqli böyümüşük biz, belə deyim. Başqa heç bir şeyə qadağalarımız olmayıb ailəmizdə. Yaxşı, indi birazdan bir şuuraltı texnika eləyəcəyik. Şuuraltı seans, kiçik bir şuuraltı seans. O seansa siz də qatılın. Burada olacaq seans. Baxaq görək sizdə necə bir nəticə çıxacaq. Buyurun, Lalə xanım, əl qaldırmısınız. Buyurun, sualınızı verin. Salam, axşamınız xeyir. Axşamınız xeyir olsun. Mən 2 ildir evliyəm. Yoldaşım belə çox ərkəsöyümü böyüyüb, çox vecsizmi böyüyüb. Evə o qədər də məsuliyyətli yanaşmır. Hansı problemi üstələmək istəmir. Evdə nəsə baş verəndə, nəysə məsələn, bayaq danışmışsınız ki, düzəltmək məsələsi gələndə. Məsələn, onlara yanaşmır ki, bu mənim evimdir. O yanaşmayanda siz düzəldirsiniz? Bəli. Elə olur mən düzəldirəm, elə olur əsəbləşirəm ki, bunu mən mi düzəltməliyim? Artıq elə şeylər olur ki, onu mən düzəldə bilmirəm. Elə siz düzəldirsiniz deyə o ona yanaşmır, bilirsiniz? Elə olur ki, usta çağırmalı oluruq artıq. Onda əsəbləşirəm ki, mən gedim usta danışım, gətirim və elə hallar da olur. O bilir ki, siz onu belə deyək, düzəldəcəksiniz özdə. Mən eləməyim, özdə Lalə eləyəcək də əvvəl axır. Lalə eləməsən. Mən eləməsəm, o eləyəcək. Mən eləməsəm belə eləyəsi deyil də. Yəni elə görürəm. Bəli. Əgər düşünsəm, görsəm ki, həqiqətən mən eləməsəm, o onu eləyəsidir. Mən eləməsəm də günlərdən Siz onu eləmədiyiniz təqdirdə, o onu baxın. Siz deyirsiniz, misal üçün tutaq ki, bu münasibət 3 illik, 2 illik, 5 illik, 10 illik münasibətdir. Siz istəyirsiniz ki, mən 2 ildir, 3 ildir, nə bilim, 1 ildir, 5 ildir bunu eləyirdim. Bunu eləyirdim və nəticə olaraq bunu elədim, bitirdim. İndi bu saat mən bunu eləmirəm. İstəyirəm ki, 2 həftə mən bunu eləmirəm. Bu kişi bilsin ki, mən bunu eləməyəcəm. Bu mümkündür sizcə? Yəni, ayların, illərin öyrəşkənliyini siz özünüz çıxarda bilərsinizmi? Bir anda, bir neçə gündə, 2 həftədə. Yox. Yəni, siz əslində onu axıra kimi eləməməlisiniz. Bir də ki, bir şey var ki, biz evlənən vaxtı, məsəl üçün, maddi ehtiyaclar baxımından yoldaşım, qaynatan bizdə danışmışdı ki, nə bilim, mağazalar var, arendasını alır, nə bilim, nə. Sonra evləndik. Evləndən sonra mən özüm müəllimə işləyirəm. Evin bütün maddi ehtiyacları hamısı mənim üstümə qaldı. Bir də məsəl üçün, özlərinin elə bir şəxsi mağazalar var. Oradan məsələn ev produktu kimi bir şeylər gətirir, fisyo. Ondan başqa evə heç bir şey eləmir. Hər şey mənim üstümdədir. Məsəl üçün, hal-hazırda Çünki siz ona şərait yaradırsınız. Baxın, burada bir xanım, Instagramda bir xanım yazıb ki, mən etmirəm, məcbur olur, ya özü edir, ya da kiməsə etdirir. Onu ona vadar eləmək lazımdır. Bu bir. İkincisi, asistanıma səslənirəm, Fərəh xanım. Instagramda bəzi negativ şəxslər var. Onları zəhmət olmasa girin, çıxardın. Buradakı danışıqları onlar bilməli deyil. Onlar bura layiq deyil. Onları zəhmət olmasa girin, çıxardın. Bu arada bura qatıla bilməyənlər üçün Instagramı biz açdıq ki, bura girə bilməyənlər, bura Google Meet'ə girə bilməyənlər Instagrama girsin. Daha sonra Lalə xanım, sizə gələndə, baxın, əgər özünüz nələrisə etmə məcburiyyətində hiss edirsinizsə, bayaqları saydığım kodlar ki, qadın susar, qadın yola verər kimi, bu kodlar sizin şuuraltınıza yerləşmiş ola bilər.
o kodları təmizləmək üçün, onları çıxartmaq üçün şuur altında lazımi təlqinlər olunmalıdır. Lazımlı kodlamalar və texnikalar olunmalıdır ki, onlar çıxardırsın. Çünki bunlar sizin münasibətinizə artıq yansıyaraq, sizin münasibətdə də mən bunu eləməsəm heç kim eləməyəcək. Qoy mən eləyim, qoy bu dəfə mən yola verim, kimi davranışlarınıza gəlib çıxardır. Ayşəm xanım, mən bu sakit durmaq, məsəl üçün bir neçə dəfə susmamışam. Artıq hər şey, bax məsəl üçün mən 2 ildir evliyəm, uşağım olmur. Onun üçün müalicə götürürəm. Yəni müalicələr də zaten çox bahadır. Hər şeyi özüm qarşılayıram. Niyə? Yoldaşın çünki qarşılamağını gözləmirsiniz. Çünki inanmırsınız ki, yoldaş sizin nələrinizi qarşılayacaq. Çünki yoldaşım işləmir, zaten qarşılayası da deyil. Çünki evi dolandıran sizsiz. Siz nə qədər ki evi dolandıracaqsınız, siz nə qədər ki ora bir xanım yazıb ki, siz özünüzü sevsəz, o da sizi sevəcək. Eyni şəkildə siz özünüzə dəyər verib bir nöqtədə qalıb, öz dəyərdə otura bildiyiniz təqdirdə, o kişi, yəni nə sizə ac qoymayacaq, nə özü ac qalmayacaq. Daha sonra, dediyim kimi, birazdan bir şuuraltı seans eləyəcəyik. Orada sizin daxilinizdə əslində olan şey, daxilinizdə özünüzə haranı, nəyi kodlamısınız, o məlum olacaq. Bir də bir şey deyim. Mən bu sakit qalma, onu bir neçə dəfə məsəl üçün baldızıma şikayət eləmişəm. O qaynatam gilə çatdırıb da ki, mən bu evi Lalə xanım, bu şəxsi bir sualdır. Mənim danışdıqlarımla çox bir əlaqəsi yoxdur. Digər xanımlara da şans tanımaq üçün uzun-uzun suallara qulaq asmayaq. Yaxşı oldu. Salam, indi olar biz danışaq. Buyurun. Mən bəzi sual vermək istəyirəm. Buyurun. Instagramdakı suallara baxacağam indi. Özümü çox özgüvənsiz hiss eləyirəm. O da yoldaşımla bağlıdır. Nə eləyirəm deyirsən bacarmarsan, sən eləmərsən. Plus da özünün ikinci partnyoru var. Ona yoldaşım deyir, arvadım Seminarın deyir. əvvəlindən buradasınız Mehin xanım. Bəli. Mən orada bir dənə bununla bağlı bir şey danışdım. Nə danışdım? Hansını deyirsən? Psixoloji şiddət dedim, aşağılama dedim, Bəli, küçümsəmə dedim. bəli. Düzdürmü? Bəli. Hə. İndi bunları görürsüz yəni. Yaxşı, siz özünüzə burada nə qədər dəyər verirsiniz ki, kişi sizə bu cür rəftar edir? Heç dəyər vermirəm. Özümü o qədər özgüvənsiz, dəyərsiz, heç nə işə yaramaz kimi hiss elətdirir ki, mənə. Onda belə eləyək. Instagramdakı suallara baxdım. Hamısı şəxsi suallardır. Şəxsi suallara cavab verilmir. Sadəcə mənim burada danışdığım mövzularla bağlı həyatınızda bunların təsirini görürsünüzmü? Və ya bunların həyatınıza necə təsirini görürsünüz? Sizcə bunlar sizin həyatınızda hansı səbəbdən baş verir? Mənim saydığım səbəblərdən hansıdır? Bunlarla bağlı suallar verə bilərsiniz. Amma şəxsi həyatla bağlı xəyanət görürəm, neynim, kimi. Biz burada daha dərin şeylərdən danışırıq. Xəyanət görürsən, çünki uşaqlıqda xəyanət edən ata tanımısan və ya xəyanət edən qardaş görmüsən və ya xəyanət edən əmi dayı görmüsən, kimi. Biz bunların daha dərin səbəblərinə baxırıq. Xəyanət edir, çünki mən özümə baxmıram. Yox, əzizim, xəyanət edir, çünki sən sənə xəyanət eləsin deyə o kişini seçmişsən. Daha sonra, Mehin xanım. Mehin xanım, hə. Sizə dedim ki, bu sizin dediyiniz sual tam da psixoloji şiddətə girir. Onun nəticəsində siz özünüzə dəyər vermirsiniz və siz özünüzə dəyər vermədiyiniz üçün də elə hal-hazırda bu hal baş verir. İndi hər kəsə bir sual verirəm. Eyni zamanda Instagramdakilərə də bir sual verirəm. Bu dediyiniz nöqtədən yola çıxaraq Mehin xanım. Deməli belə, bir sual verəcəm. Cavabları da deyəcəm ki, hansını seçirsinizsə onu yazın. Elə bilin ki, bir rəfiqəniz var. Bunu mən pasiyentlərimə birə-bir seansda çox verirəm. Elə bilin ki, bir rəfiqəniz var və rəfiqəniz həmişə gümüş aksesuarlar taxır. Həmişə. İndi rəfiqənizə nə isə bir hədiyyə almalısınız. Alacağınız hədiyyə qızılmı olar, gümüşmü olar? Qızıldırsa qızıl yazın, gümüşdürsə gümüş yazın. Eyni zamanda Instagramdakilərdən də gözləyirəm. Əlbəttə gümüş. Gümüş.
Bilirsiniz niyə? Çünki o rəfiqəniz hər dəfə gümüş taxanda əslində sizə gümüşə layiq olduğunu göstərib. Əslində siz qızıl taxan bir rəfiqənizə gümüş almağa utanarsınız da, elə deyil? Yazın cavablarınıza zəhmət olmasa. Qızıl taxan rəfiqənizə gümüş alarsınızmı, almazsınızmı? Almaram. Almaram. Ay, sağ ol. Çünki o qızıl taxaraq göstərir ki, mən qızıla layiqəm. Ona görə də qızıl taxan birinə heç vaxt, belə deyək, gümüş almazlar. Eyni zamanda gümüş taxan birinə də qızıl almazlar. Yəni necə? Bu insan özünə gümüş qədər dəyər verir. Ona görə buna rəfiqəsi də nə qədər sevsə də, dəyər versə də gümüş alır. Çünki deyir ki, bu gümüş taxırsa deməli gümüşü sevir də, gümüşə layiqdir. Yəni, siz özünüzə dəyər vermədiyiniz təqdirdə partnyor və ya ətraf və ya dost və ya nə bilim qohum, ana, ata niyə sizə dəyər versin? Siz özünüzü sevmədiyiniz təqdirdə, özünüzü gümüşə layiq bildiyiniz təqdirdə niyə görə başqaları, verəcəm indi İlhamə xanım sizə söz, niyə görə başqaları sizi qızıla layiq görsün? Nə vaxt ki, siz buradakı şuur altındakı kodları dəyişəndən sonra artıq öz dəyərinizi isbatlamış, özünüzə isbatlamışaq, kiməsə nəsə isbatlamaq dərdində deyilik biz. Özünüzə artıq öz dəyərinizi göstərməyə başlayandan sonra artıq görəcəksiniz ki, partnyor, rəfiqə, dost, ailə, hər kəs sizə dəyərinizi göstərir və layiq olduğunuz dəyəri verir. Buyurun İlhamə xanım, sizə eşidirəm. Salam. Salam, buyurun. Hamını salamlayıram. Ayşə xanım, məndə çox özgüvən var da. Yəni mən bilirsiniz necə xanımam. Əslində evdə adi bir problem olanda əvvəllər az pul xərcləndirdimsə, problem olanda daha çox xərclətdirirəm. Problem olanda daha çox. Olanda daha çox, hə. Məsələn, evki prinsip deyə bir şey var da. Yəni o mənə desə ki, tutaq ki, mənim pulum azdır, mən onun sözünə yəni inanmıram, az deyə inanmıram və bilirəm ki, o onu edə bilər və daha çox öyrətdirirəm. Bildiniz nə mənada deyirəm? Anam da həmişə mənə deyir ki, sən çox özgüvənlisən və mən özümə o qədər inanıram ki, mən hər şeydən birinci üstün özümü tuturam. Yəni heç vaxt yoldaşım yorğundur, mən ona yaxşı qabağına Hər yaxşı. şeydən üstün özünüzü tutursunuzsa, niyə görə bəs nəsə problem olanda ancaq çox xərclətdirirsiniz? Yox, yəni bilsiz nəyi dedim? Burada xanımlar yazırdılar, mən orada oxudum da. Məsələn, siz bayaq dediniz ki, 150 manatlıq çantalardınız, 200. Mən hətta 300 aldırardım. Alaram özüm üçün. Prosta, özünüz özünüzə. Dəyər verirəm də. Ona başa salıram ki, Yox, yəni mən aldıraram dəyərli. dediniz, ona görə. Aha. Aldıraram dediniz, Ha. ona görədir. Mən aldırmaqdan getmir söhbət, öz-özünə almaqdan gedir söhbət. Amma Ayşə xanım, mən bilirsiz nə deyirəm? Bu güvəni anam məndən alır. Mənə deyir ki, sən çox yoldaşını, necə deyim, özünü üstün tutursan, onu çox incidir. İncitmək pis məndir. O mənim nazımı çox çəkir. Yəni bizim ailədə mən özümü üstün tutduqca, o mənim nazımı daha çox çəkir. Sanki o itirmək qorxusu yaradıram onda. Və yaxud da ki, o çəkinir ki, bunu eləməsəm küsər. Qadın özünə nə qədər dəyər verərsə, həyatındakı insanlar, həyatındakı kişi, partnyor, rəfiqə, dost, ailə, o da ona elə o qədər dəyər verər. Amma bunu məndən anam alır. Deyir ki, sən çox başını oynaçırsan. Siz niyə görə iki nəfərlik münasibətə niyə axı üçüncü şəxs daxil olur? Yox da, adi bir şey Madam olur. analara, rəfiqələrə, bacılara qulaq asılırsa, niyə görə onda belə bir Asmıram, ortaya? Asmıram. Elmi, şuuraltı terapevt elmi niyə çıxıb ortaya? Asmıram, Ayşəm xanım, sadəcə olaraq mən bilirsiniz necə qorxuzuranam məni. Deyir ki, o sənin bu gün nazı, onun 42, mənim 33 yaşım var. O deyir ki, qorxursuz da. Nədən qorxuzur məni? Anam deyir ki, sən belə, yəni çox getmərsən. Amma mən bilirəm gedərəm. Yəni mən özümə güvənirəm. Mən bilirəm ki, mən yoldaşıma hakim ola bilirəm. Mən bilirəm ki, o bundan sonra, yəni xəyanətini görməmişəm. Hətta məndə o qədər güvən var ki, mən bilirəm o hansı qadının yanına belə getsə, ağlında mən olaram. Gedər. Heç bir kişinin yerinə and içə bilmərəm. Yaxşı, bilirsiniz, bəs xəyanəti əslində siz tam da sizə xəyanət edəcək kişini seçmisiniz, özünüz bilə-bilə.
Amma etmir axı. Deyirsən axı mənə bir dəfə xəyanət eləyib, mən səhv başa Yo, düşdüm. yo, deyirəm ki, yox. Deyirəm etsə belə etməyib. Hə, yəni etməyib daha əvvəl. Yox, Etsə belə etməyib. dediniz, elə Etsə bildim. belə, mən düşünürəm o etsə belə, yəni o qədər güvənliyəm, qadınlara da bunu deyirəm. O qədər güvənliyəm, özümü bütün qadınlardan o qədər güvənli tuturam ki, düşünürəm ki, o hansı bir qadının yanına getsə belə, onun ağlında mən olaram. Yəni bu düzdürmü? Yoxsa özümü aldadıram, yoxsa həqiqətən Düz deyil. Əzizim, kişilər bizim qədər necə duyğusal varlıqlar deyillər. Ağın çıxartmayın. yəni bilmirəm də bu nədən yarana bilər Ayşən xanım. Nədən yarana bilər? Yəni bu mən düzmə edirəm belə elə düşünürəm. Yox, əlbəttə düz eləmirsiniz. Yəni necə bir dəqiqə baxın. İndi İlhamə xanım sual verdi, zəhmət olmasa səsi bağlayın, xışıldamasın, mən danışım. Deməli, elə bilirsiniz ki, kişilər qadınlar qədər belə deyək, düşüncəlidir, qadınlar qədər duyğusaldır, amma elə deyil. Necədir bəs? Deməli, qadın, baxın, qadında sağ beyin aktivdir. Kişidə isə sol beyin aktivdir. Bu elmi olaraq, yəni sübut olmuş bir şeydir ki, sağ beyin duyğusaldır, sağ beyin duyğuları, yaradıcılığı, musiqiçiliyi, bəstəkarlığı, eşq, məhəbbət, baxın bunları təmsil edir. Sağ beyin ona görə qadınlar daha duyğusaldır. Belə eləsələr ağlayarıq. Sol beyin isə daha rasionaldır. Riyazi olaraq və ya nəqd olaraq nədirsə ona inanır, ona çəkilir, ona güvənir. Və sol beyin kişilərdə aktivdir, sağ beyin qadınlarda aktivdir. Elə buna görə də qadınlar deyir ki, 2 gün görüşdük, ürəyi getdi mənə üçün. Mənə ilk görüşdə aşiq oldu. Elə bir şey qeyri-mümkündür. Yəni, elmi olaraq bir qadının və ya kişinin ilk görüşdə aşiq olmağa mümkün olan bir şey deyil, elmi olaraq. Yəni, beynin o funksiyası yoxdur ki, görsün, aşiq olsun, bitdi. Yox. Bir kişi ən tez 2 həftə ərzində bəyənə bilər. Və bir kişi əgər başqa qadının yanında ha-ha-ha hi-hi gülürsə, bu o deməkdir ki, o qadının yanında kişi ya o qadına, ya o qadının ona hiss etdirdiklərinə fokuslanıb. Amma ki, o qadının yanında da məni düşünür, o qadının yanında sizi düşünsə, niyə görə o qadının yanında olsun? İndi burada bəzən belə arabesk nöqtələrə toxunanlar ola bilər ki, yox, bəs o məni istəyir, amma mənə acıq verir. Bu uşaq oyuncağıdır. Bunun burada, bu söhbətin burada yeri yoxdur. Bu çünki uşaq oyuncağıdır. O insan əgər sizi istəyirsə, əmin olun ki, sizi qısqandırıb acıq verməkdən qabaq, sizin əsəblərinizi korlamaqdan qabaq, birinci düşünər ki, mən o qadının yanında özümü dəyərli hiss eləyirəm, güclü hiss eləyirəm, kişi kimi hiss eləyirəmsə, mənim yerim o qadının yanında. Və bir kişini münasibətdə saxlayan şey bir qadının öz dəyəridir, bir bu hissdir və bir digəri də kişinin qadının yanında güclü hiss etməyidir. Kişi əks təqdirdə o qadının yanında qalmaz. İndi, gəlin sizə xəyanətlə bağlı uşaqlıqda öyrənmişsiniz və nələr öyrənmişsiniz. Xəyanət görən xanımlar, diqqətlə qulaq asın. Niyə görə xəyanət görürsünüz, onu deyim. İndi bununla bağlı bura bir pasiyentimin nəticəsini yazmışam. Sizə belə deyək, onu aktarmaq istəyirəm, sizinlə onu bölüşmək istəyirəm. Hansı ki, pasiyentim xanım gəldi və yoldaşının ona xəyanət etdiyini, məsuliyyətsiz olduğunu, onu saymadığını deyirdi. Məni görmür, məni istəmir. Daha sonra mən başladım, bəs sizin atadan aldığınız kodlar nədir, anadan aldığınız kodlar nədir, belə-belə. Pasiyentim o ki, anasına bənzirdi, amma atası xəyanətkar deyildi və pasiyentimə dedim ki, gedin görün, siz kimdən öyrənmişsiniz xəyanət edən kişini? Kim xəyanət eləyib ətrafda? Nəysə, pasiyentim getdi, gəldi. Biz onun üzərində işləyirik və bu anda pasiyentim bir şey tapdı ki, mənim yoldaşım, deməli, mənim pasiyentim uşaq olanda, haradasa 6-7 yaşında, o yaşlarda mənim pasiyentimin xalasının yoldaşı ona xəyanət edirmiş. Və xala da gəlirmiş mənim pasiyentimə, gecə-gündüz bunu danışıb şikayətlənirmiş, 6 yaşında uşağı. Və o zamanlarda mənim pasiyentim çox qıcıqlanırmış, hirslənirmiş ki, mənim xalam niyə bu kişi ilə evli qalır? Bu necə kişidir? Və nəticə olaraq onu yadına saldı ki, şuuraltı seansda. Mən hal-hazırda seçdiyim kişi tam da mənim xalamın yoldaşına bənzəyir. Yəni, uşaqlıqda kişi olaraq əsasən kimə fokuslanmışsınız? Ataya mı?
qardaşamı, əmiyəmi, dayıyamı, babayamı və ya xala, bibi, yoldaşınamı? Kimə fokuslanmısınızsa, əslində xəyanəti ondan öyrənmisiniz və ya ata-anaya xəyanət elədi, ya ətrafınızdan kimsə kiməsə xəyanət elədi. O təqdirdə siz durdunuz, dediniz ki, sən bu kişiyə necə dözürsən? Mən olsam ayrılaram, mən olsam boşanaram. Bu nöqtədə artıq məhz elə olan o olur ki, sizin şuuraltınız bunu, axı biz dedik şuuraltı 5-6 yaşında uşaqdır və yaxşı pis ayırt eləmir. Sizin şuuraltınız bunu doğrudan da bir maraq olaraq qəbul edir və maraq olaraq qəbul etdiyi üçün bu marağı sizə yaşadaraq təcrübə etdirib öyrətməyə çalışır. O anda siz deyəndə ki, sən bu kişiyə necə dayanırsan, dözürsən, şuuraltı deyir ki, narahat olma, mən sənə bunu başa salacağam. Və beləcə siz nə edirsiniz, gedirsiniz, evinizin qapısı rəydə olan yaşıl qapını seçirsiniz. Yəni, xəyanətkar kişini tanıyırsınız və seçirsiniz. Yaxşı, xəyanətkar kişi oldu həyatımda, mən də ondan boşanıb canımı qurtardım. Əzizim, siz ondan hər hansısa bir dərs almadan, əslində o xəyanət elədi. Nəyə əsasən xəyanət elədi? Əslində bu xəyanəti mən niyə yaşadım? Sualının cavabını tapmadan əgər ayrılmısınız, boşanmısınızsa və ya münasibətinizi bitirmişsinizsə, sevgili olanlar, nişanlı olanlar, onda bu o deməkdir ki, sizin qarşınıza çıxan şəxs, misal üçün, Əli sənə xəyanət elədi, sən Əlidən ayrıldın. İndi gedib Vəli ilə tanış olacaqsan. Vəli də sənə Əlin nə yaşadıbsa onu yaşadacaq. Vəli ilə yaşayacağı münasibət də Əli ilə yaşayacağı münasibət olaraq. Çünki siz Əlidən öyrənməli olduğunuzu öyrənmədiniz. Siz Əlidən Əlinin davranışlarına, sizə olan davranışlarına əsasən dərs götürmədiniz ki, bu kişi mənə belə davranırsa, demək burada məndə nəsə var. Mənim bir inancım var. Mənim özümə əslində layiq görmədiyim bir şey var. Ona görə də Əli mənə bunu yaşadır. Mən bunu tapıb sonra ayrılsaz Əlidən. Onda uje təmizlənmiş olur. Onda artıq mən dərsimi aldım və ayrıldım. Və ya mən dərsimi aldım. Mən dərsimi aldıqdan sonra Əli düzəldi. Əli artıq mənə dəyər verir. Əli artıq mənim başıma fırlanır. Dediyiniz nöqtədə artıq siz dərsinizi almış və o sınağı təkrarlamamış olacaqsınız. Amma mən xəyanət gördüm, ayrıldım, getdim, təkrar xəyanət gördüm, təkrar ayrıldım, təkrar xəyanətlər gördüm. Və ya mən daha əvvəl gəncliyimdə, evlənməzdən əvvəl xəyanət görmüşdüm, indi yoldaşım da mənə xəyanət edir. Bu o deməkdir ki, xəyanətdən almalı olduğunuz bir dərs var. Niyə bu mənə xəyanət edir? Deməli belə, indi istəyirəm şuuraltı seans eləyək, qısa bir seans. Bunun üçün sizdən sakit bir ortama keçməyinizi istəyirəm. Sakit bir ortama keçin. İstəyirsiniz naushnik taxa bilərsiniz. Ancaq heç kimsə narahat eləməsin. Hazırsınızmı? Getdik. Həmçinin Instagramdakiləri də deyirəm. Sakit bir yerə keçdinizsə, rahat olduğunuz bir pozisiya olsun. Otura bilərsiniz, uzana bilərsiniz, ayaqlarınızı uzada bilərsiniz. Necə rahatdırsa elə də oturun və ya uzanın. Rahat olun. Deməli, indi gözlərimizi yumuruq. Burnumuzla bütün bədənimizi nəfəslə doldururuq. 3 saniyə tuturuq. 3 saniyədən sonra yavaş-yavaş ağzımızla nəfəsimizi üfürürük bayıra. Sakitləşdik. Gözlərimizi açmırıq. Gözlərimiz qapalı durur. Gözlərimiz qapalı olduğu halda təkrar burundan nəfəs alırıq. Aldıq. Bütün bədəni doldurduq. 3 saniyə tutduq. İndi yavaş-yavaş ağzımızla nəfəsi veririk. Gözlərimizi açmırıq, gözlərimiz bağlı olur. İndi, hardasınız? Harda olduğunuzu görürsünüz. Bir ətrafınıza baxın. Ora keçmişdən tanıdığınız bir yer ola bilər, böyüdüyünüz ev ola bilər və ya bir dəniz kənarı və ya bir meşə ola bilər. Ora haradır? Ora bir baxın ətrafınıza, diqqətlə baxın. Ətrafda nələr var? Ətrafdakı bütün detalları görün istəyirəm. Stol mu var, stul mu var, masa mı var,
və ya gül mü var, çiçək mi var, dipçək mi var, ağac mı var, dəniz mi var, bitki mi var, nə var ətrafda? Ətrafımıza baxaq, diqqətlə baxaq ətrafımıza, baxaq. Oranı mənimsəyək, oranı tanıyaq zəhmət olmasa. Gözlərinizi açmayın. İndi ətrafımıza baxırıq, görürük ki, nələr var, nələr yox. Ətrafınıza baxıb bilirsiniz mənə nəyi tapın. Mənə özünüzü tapın. Misal üçün, Ələviyyə, İlhamə, Natəvan, Lalə, hansı baxıb deyirsiniz ki, hə, bu mənəm. Nəyi görəndə? Deyirsiniz ki, bax, bu mənəm. Nəyi görəndə, kimi görəndə, gördüyünüz bir yarpaq ola bilər, bir bitki ola bilər, bir əşya ola bilər, qum parçası belə ola bilər, stol belə ola bilər, hər bir şey ola bilər. Nəyi görürsünüz? Özünüzü nə olaraq görürsünüz? Orada nəyi görəndə, hə, bax, bu mənəm. Bəlkə bir insan olaraq görürsünüz, tanıdığınız və ya tanımadığınız bir insan. Özünüzü nə olaraq görürsünüzsə? İndi fokuslanın, baxın o şeyə. Baxın, o necədir? Nə dərəcədə böyükdür, nə dərəcədə təzədir, nə dərəcədə şuxdur, nə dərəcədə, necə deyək, baxımlıdır. Bu ağac ola bilər, köhnə ağacdırmı, yeni ağacdırmı, şux ağacdırmı, baxımlı ağacdırmı, yoxsa artıq qurmağa mı başlayır və ya bitki olaraq gördüyünüzdə eyni şəkildə nə görürsünüz və o gördüyünüz şey nə haldadır? Aydındır indi. Yavaş-yavaş, dərindən nəfəs alaraq, tələsmədən gözlərinizi açın zəhmət olmasa. Hər kəs gördüyünü yazsın. Hər kəs gördüyünü, özünü nə kimi gördüsə yazsın. Burada bir xanım bir şey yazdı. Küləkdədir, o yana bu yana Temu, adı Temudur. Zəhmət olmasa səsinizi aça bilərsiniz bu xanım. Adı Temu olan. Salam. Salam xanım. Hə, buyurun. Axşamınız xeyir. Axşamınız xeyir. Eşidirəm sizi. Sual verim yoxsa bu Sualınız var. təsəvvür elədiyim şeydir mi? Bəli, var. Verin. Sualım odur ki, Ayşən xanım, dediniz ki, atanızla bağlı probleminiz məsələn olanda uşaqlıqdan qaynaqlanan bir şey. Yəni ki, onu yoldaşınızda da görürsünüz də gələcəkdə. Elə təxminən eyni bir şey, yəni mənim də başıma gəlib. Sadəcə bunu yəni mənim üçün maraqlıdır görüm, karma deyilən şey, yəni o bizim həyatımıza onu daxil eləyir. Yəni atamızın anamıza belə deyək də yaşatdıqları bizim bir növ qabağımıza çıxır, karma şəklində. Yox əzizim, biz dedik axı şuur altında atanı yaşıl qapı. Elədiniz o testi? Yox, elə onu qaçırdım. Hə. Necə ki, ata görmüsüz, kişini o cür tanımısınız. Kişi bu cür olar demişsiniz. Hər nə qədər atanı qınasaz da. Ata olmasın, olsun xalanın yoldaşı, bibinin yoldaşı, nə bilim, bacının yoldaşı, rəfiqənin yoldaşı. Kişini ən çox necə görmüsünüz? Necə bir kişi ilə qarşılaşmısınız? Həyatınızda böyük rol oynayan, yeri olan kişi kimdir? O kişi kimdirsə, elə o kişi kimi də partnyorunuz olacaq. Aydın oldu. Çünki siz kişi cinsini o cür tanımısınız. Elə kodlamısınız. Ona görə də o kişilər sizə doğma gəlir. Və məhz elə
bu qadınlığımı qəbul edirəm 2 xidmətində də biz bunu dərindən işləyəcəyik. Bir xanım bayaq yazmışdı ki, atası olmayanlar bəs və ya atası olub evdə atadan diqqət görməyənlər bəs. Bu xanımlar uşaqlıqdan ata yoxdur, məni qoruyan yoxdur, məni sevən yoxdur, məni sahiblənən yoxdur. Kimi. Bu kodlarla böyüdüyü üçün artıq özümü sahiblənməliyəm, özümü qorumalıyam, özümə dayaq olmalıyam. Kodu ilə böyüyüb və nəticə olaraq bu qadının dişi enerjisi tamamilə azalıb və ən az nöqtəyə düşüb. Və burada bu qadın artıq mən özümə sahib çıxmalıyam deyərək erk enerjisini, yəni kişi enerjisini yüksəldib. Və kişi enerjisini yüksəltdiyi üçün bugün o qadın münasibətdə kişi rolundadır, bir çox şeyi özü həll edir. Kişiyə həll elədirsə də kişi həll eləmir, amma adı olur ki, kişi bacarıqsızdır, kişi bacarıqsız deyir. Sən həddindən artıq bacarıqlısan. Ona görə də kişi bacarıqsız rolundadır. Baxın, həyatda hər şey balanslıdır. Heç bir şey artıq deyil, heç bir şey az deyil. Hər kəs və ya hər ortam bir-birini tamamlayır. Əgər bir qadının kişi enerjisi yüksəkdirsə, onun həyatına çəkəcəyi kişinin qadın enerjisi yüksək olacaq. Çünki o münasibətdə həm qadın, həm kişi enerjisinə ehtiyac var. Biri naz eləməlidirsə, digəri də nazı çəkməlidir. Aydın oldu? Burada bir xanım yazmışdı ki, bəs mənim atam çox yaxşı bir insan olub. Çox da belə deyək də, anama qarşı belə qayğıkeş, mehriban, ancaq gəldi yoldaşım mənə xəyanət elədi. Yəni bir anlıq onu fikirləşdim ki, yəni belə atalar da var da. Necə, bir də təkrar eləyin. Bir xanım yazmışdı ki, yəni mənim atam heç cür, yəni anama axı pis sadəcə olmayıb. mən axı bayaq bir pasiyentimdən misal gətirdim. Mütləq deyil ki, ata kimi belə deyək, kişini həyatınıza çəkəsiz. Ən çox kimi görmüsüz, kimi mənimsəmisiniz. Dedim axı, xalasının yoldaşı. Nə qədər uzaq, bu insanla eyni evdə belə yaşamır. Amma o qədər xalanın yoldaşının münasibətinə fokuslanıb ki, bu qadın, bu xanım, mənim pasiyentim. Artıq o xalasının yoldaşı kimi partnyoru çəkib həyatına. O qədər xalasını günahlandırıb ki, niyə boşanmır, niyə ayrılmır. İndi hal-hazırda deyir, xalam boşandı, amma mən hələ də boşana bilməmişəm. Bəlkə də onun xalası öyrənəcəyini öyrənib boşanıb, bəlkə öyrənəcəyini öyrənmədən boşanıb. Əgər öyrənəcəyini öyrənmədən boşanıbsa və ya oradan almalı olduğu dərsi almadan gedibsə, bu təqdirdə artıq o xala başqa partnyorlarla təkrardan sınanacaq. Orada nəyi öyrənməlidirsə. Bəziləri bizə qadın olmağa öyrətmək üçün gəlir. Necə? Misal üçün, erk enerjiniz çox yüksəkdir. Bir kişi gəlir, elə hey sizi əzir, hey sizi əzir, hey sizi əzir. Qadın enerjiniz aşağıdır deyə, sizin kişi enerjiniz yüksəkdir. Və bu kişi sizi əzərək əslində sizə qadın olmağa öyrədir. Sizi incətməyə, sizi yumşaltmağa çalışır. Siz burada məni əzirsə, qoy mən də əzilim, qadın olum, söhbət bu deyil. Məni əzirsə, bu məni niyə əzir? Çünki mən həmişə deyirəm ki, mən əzilməzəm. Əzilməz heç nə yoxdur. Ən sevdiyimiz şey qızıl güldür, ondan belə mürəbbə pişiririk, əzişdiririk onu. Bir də Ayşən xanım bir sual da verir. Bu analarımıza belə deyək də, mən anama elə olmuşam ki, anam məsələn mənə balaca vaxtından nəysə danışanda, dərdlərinə qulaq asırdım. Sanki bir növ onun anasıymışam kimi hiss eləyirdim. İndi dərk eləyirəm onu ki, mən elə bil ki, anama valideynlik eləmişəm bir növ. Dərdinə şərik olurdum. O atamdan nəsə deyəndə mən qayıdıb onu demirdim ki, yox sən düz demirsən, atamın yaxşı tərəfləri də var. Bir növ elə bil ki, vicdan əzabı çəkirdim ki, yox, anam həqiqətən də bizə görə çox şeylərə dözür. Yer gələndə xəyanətlərə də göz yumub, yer gələndə özüm kişi kimi aparıb evdə. Kişinin yəni öhdəsinə düşən vəzifələri özü yerinə yetirib. O bir oxumuşdum, deyir ki, belə xanımlar sonra gələcəkdə sanki yoldaşından anasının qisasını alır da, belə deyək. Atası, necə ki, anası... Elə qadınlar daha kobud, daha sərt qadınlar olur və çox güman ki, atasına bənzər kişiləri həyatına çəkir və o kişinin burnundan gətirir. Amma nəticə olaraq başqa bir ehtimalda da anası kimi qurban rolunda olur.
Çünki anasından illərlə qurban rolunda olan bir qadının tövsiyələrini alıb. O qadının hekayəsini dinləyib. Çox Aydındır. haqlısınız. Tamam, son vermək var. Buyurun. Aliya. Buyurun Turə xanım. Salam, bir də axşamınız xeyir olsun. Bayaq siz deyirsiniz, münasibətdə insan birinci özünə dəyər verməlidir. Yəni özünə dəyər Tək verəndə. münasibətdə yox, əzizim. Həyatda insan birinci özünə dəyər verməlidir. Deyirsiniz ki, yəni biz özümüzə dəyər verəndə qarşı tərəf də yəni dəyişir. Yəni münasibətdə danışıram da əsas olaraq. Əsas bir sual vermək istəyirdim ki, bəs insan münasibətdə özünə necə dəyər verməlidir? Yəni yolu nədir bunun? Münasibətdə özünə dəyər vermək deyə bir şey yoxdur. Siz özünüzə dəyər verdiyiniz təqdirdə bu sizin münasibətinizə də yansıyır. Aha, bunun yəni özünə dəyərin ən birinci yolları nələrdir? Yəni nədir də bunları bilmək istəyirəm. Bununla bağlı sizin öz dəyərinizi düşürən nöqtələr nədir şuur altında? Onlar tapılmalıdır və onlar tapıldıqdan sonra bunların üzərində işlənməlidir ki, artıq sizin həm öz həyatınızda, həm münasibətinizdə dəyəriniz, belə deyək, yüksəlsin. Çünki siz özünüzə dəyər vermədiyiniz təqdirdə münasibətdə dəyər görməyiniz qeyri-mümkündür. Və bununla bağlı da qadınlığımı qəbul edirəm. Seminar neçədə bitəcək? Yəqin ki, birazdan bitəcək. Bəs burada bir kəlmə demişsiniz, bu özünə dəyərin əsas başlanğıcları nələrdir? Necə yəni özünə dəyərin əsas başlanğıcları nələrdir? Yəni Ayşəm xanım, axşamınız Buyurun. xeyir. Buyurun. Mən qoşulmaq istəyirəm, olar? Buyurun, eşidirəm sizi, qoşulmusunuz. Söz kesmək istəmədim. Buyurun. Bilirsiniz, mən bilmirəm necə başlayımsa, əslində həyatımda problemlər müəyyən dərəcədə həll elədiyimi düşünürəm. Əvvəllər çox özgüvənsiz, bacarıqsız hiss edirdim özümü. Bu seminarlara qoşula-qoşula özümü inkişaf etdirmişəm belə. Əslində yoldaşımla da 9 ildə evliyik, münasibətlər normal idi. Yəni biz davalarımız, güclü davalarımız, mübahisələrimiz düşmürdü. Amma yoldaşımın yaxın bir qohumla deyim də belə, dərinliyə getmədən ona qarşı qısqanclıq yarandı. Qohumuyla Xanım, sualınız əgər şəxsi bir sualdır. Yox, deyil, şəxsi yox, belə deyim. Dərinə getməyəcəm. İndi mən yoldaşım heç vaxt məndən üzr istəməz. Səhv olan, dava olanda heç vaxt üzr. Amma barışlar, amma bağışlar üzr istədirməz. Ancaq o qızla bağlı aramızda nə dava olsa, söhbət olsa, həmişə gəlib məndən üzr istəyər. Mən bunu aid eləyə bilmirəm ki, Ya doğrudan günahkar olduğu üçün günahını yuyur. Ya da ki, doğrudan da günahı olmadığı üçün sizi inandırmağa çalışır. Amma günah olmadığı təqdirdə üzr istəməz deyə düşünürəm. Salam, axşamınız xeyir. Sağ olun. sağ olun. Buyurun. Siz ki dediniz 150 manatlıq çanta, 200 manatlıq çanta. Belə bir şey deyim də, yəni mənim özüm də özümə ala bilərəm, qarşı tərəf də mənə ala bilər. Yəni 300-lüyü, 400-lüyü seçə bilərəm. Amma buna baxmayaraq mən özüm ən ucuzuna gedirəm. Çünki özünüzə dəyər vermirsiniz, özünüzü ona layiq görmürsünüz və belə təqdirdə heç kim sizə bahalı nəsə almaz. Siz özünüzə bahalı nəsə layiq görmürsünüz və sizə pul gəlməz. Yəni özüm belə onu özümə ala bilərəm də, o imkan var. Amma deyirəm ki, yox, mən o bahanı niyə alıram? Eyni şeydir, nə bilim, yaxud endirimi gözləmək kimi belə. Bunun səbəbi ola bilərmi ki, mən özümdə düşündüm. Uşaqlıqda artıq biraz ki böyüdükdən sonra bir 13-15 yaş, yəni çox şeyimi özüm, məsəl üçün mənə verilən o vaxtı bir Məmməd var idi də, o qəpik-qəpik yığıb da şalvar lazımdırsa özüm alırdım, kurtka lazımdırsa özüm o mənə verilən o pulları xırda-xırda yığaraq alırdım. Ondan qaynaqlana bilərmi? Yoxluq çalışdırmısınız. Yığmalıyam ki, xərcləməməliyəm ki, şalvar ala bilim. Xərcləməməliyəm ki, sumka ala bilim. Məni rahatçılıqla ondan təmin etmədikləri üçün bir növ düşünürdüm ki, valideynlərimə də əziyyət verməyim, nə bilim. O valideynlər siz onu yansıdırdı ki, siz onu düşünürdünüz. Baxın, bəli. Özünü xərcləməyən insana pul gəlməz. Mənim də belə vaxtlarım olmuşdu. Pulum var idi, amma elə bilirdim ki, qutarar, xərcləmirdim. Nə vaxt ki, özümdə xərcləməyə başladım özümə. Bütün sadəcə
dincəlməyim üçün, bir kofedən həzz almağım üçün, bir pirojnadan həzz almağım üçün, ən Bəli, bəsitindən bəli. durub hardan hara getmişəm ki, mən dəniz qırağında səhər yeməyi yemək istəyirəm uzaqdan. Aha. Bu, Yəni hətta bu nöqtəyə gələndən sonra artıq mən daha çox qazanmağa başladım. o siz dediyiniz kofe söhbətidir. Mən onu düşünürəm ki, evdə o boyda kofe aparatım var. Mən niyə gedib kənarda içməliyim? Mənim də aparatım var, amma hər səhər Bilirsiniz barda necə? kofe alıram. Ancaq mən bir tək özümə qarşı beləyəm də. Yəni ətrafıma, tanışıma gücümün çatdığından artığını edirəm. Həqiqətən artığını edirəm. Bir Özünüzü tək buna özümə edə bilmirəm də. Yəni məsələn özünüzü çünki buna layiq görmürsüz Zümrüd xanım. İndi bax bir xanım da soruşdu ki, özümə dəyəri necə verə bilərəm? Turə xanım. Deməli, Turə xanım, özünüzə dəyər vermək üçün birinci siz özünüzə hansı səbəblərdən sonra dəyər verməməyə başlamısınız, bunu tapmaq lazımdır. Və məhz elə qadınlığımı qəbul edirəm 2-də də bizim 2-ci həftədə olacaq şuuraltı seansımızda biz özümüzə dəyər verməyin üzərində işləyəcəyik. Amma 1-ci həftə olacaq seansda bizim işləyəcəyimiz nöqtə o olacaq ki, ana atadan mən nə kodlar almışam. Misal üçün, ana ata mənə bu qədər pul verib, mən pul yığmışam, getmişəm, özümə nələrsə almışam. Bayaq ki, Zümrüd xanımın dediyi kimi. Əgər belə olubsa, mən pulu xərcləsəm, özümə pul qutaracaq, saxlayım lazım olar. Yəni, pulu özümə xərcləməyə qıymıram, yəni özümə pul xərcləyəcək qədər dəyər vermirəm. X, Y, Y, Z məndən daha dəyərlidir, gedim onlara xərcləyim. Gedim onlarla yemək yiyim restoranda, onların da hesabını ödəyim. Gedim onlara hədiyyə alım. Özümə sonra alaram da, şalvardır da 2 ildə keçinərəm. Və birinci seansda, ilk həftədə olacaq ana-ata şuuraltı seansında biz tapırıq anadan, atadan nə kodlar almışsınız. Daha sonra, ikinci seansda biz tapırıq ki, mən özüm ətrafdan bunlardan aldığım kodlarla nə bilincinə gəlmişəm. Misal üçün, nə dedik? Xanım, tutaq ki, pulu yığıb, nəyisə almaq üçün, şalvar almaq üçün. İndi bu saat xanımda nə yaranıb? Xərcləsən pul qalmaz. Pulu yığmaq üçün saxlamaq lazımdır. Düzdürmü? İndi xanım pul xərcləyə bilmir özünü ürəyincə. İmkanı olduğu halda. Necə ki, vaxtıykən mən imkanım olduğu halda gedib özümə 200 manatlıq nəyisə almaqdansa gedib özümə 150 manatlıq nəyisə alırdım. İmkanım ola. Və onu da eləyəndə mənə pul az gəlirdi. Mən çox qazana bilmirdim. Nə vaxt ki, mən özümü 200 manatlığa layiq gördüm, öz üzərimdə işlədim, öz şuuraltımı dönüşdürdüm. Ondan sonra mən qazanmağa başladım, daha çox pul gəlməyə başladı. Unutmayın, baxın, nə vaxt ki, siz xərcləməyə başlayacaqsınız, onda pul gəlməyə başlayacaq. Xərcləmədiyiniz təqdirdə pul sizdən qaçacaq. Aydın oldu. Deməli, aydın oldusa, son olaraq burada danışdığımız ana-ata problemləri. Bunlar nələrdən nəticələndi? Bunları danışdıq. Xəyanət nələrdən nəticələnir? Öz dəyərsizliyi nələrdən nəticələnir? Bunları danışdıq. Və bunların hər birinin həll yollarının əslində öncəliklə səbəblərini tapmaqdan keçdiyini danışdıq ki, biz əgər bilsək ki, bunlar hardan qaynaqlanır, biz bunları həll edə bilməyimiz asandır. Yəni, Biyax xanım dedi adı Temu olan xanım dedi ki, mən münasibətdə özümə yox, o xanım deyil, bu birisi xanım idi. O xanım dedi ki, mən şuur altında özümü o yana bu yana əsən bir yarpaq kimi görürəm. Bu əslində, bilirsiniz nədir? Mən zəifəm. Mən özümə dəyər vermirəm. Məni kim hara dartsa, mən ora gedəcəm. O yana bu yana əsən zəif yarpaq kimi. Biri şuur altında dedi ki, mən özümü bir dipçək kimi görürəm. Dipçəyin içində balaca bir gül kimi görürəm. Böyük bir dipçəyin içində. Sən niyə görə balaca yer tapmağa çalışırsan? Sən niyə görə böyük bir dipçəyin içərisində özünü şaxələndirmirsən? Sonra başqa xanım. Başqa baxaq cavablara. Başqa. Olar bir sual verim. Buyurun. Deməli, mən özümü orada təsəvvür eləyəndə də dedim ki, böyük bir dağ
kimi təsəvvür eləyirəm. Yəni çox yaşıl, böyük bir, amma sıldırım qayalı bir dağ kimi. Və uşaqlıqdan o qədər güclü olmağa belə deyim, Evin bütün məhkum olmuşam. məsuliyyəti sizdədirmi Mətanət xanım? Uşaq vaxtı bəli, yəni əslində ailə həyatı qurandan sonra da bunun altında əzildim necə? Yoldaşım sanki məni bir kişi kimi görürdü. Çünki eləsiz. Hə, yəni Sıldırım o qaya, qədər dağ bilirsiniz nədir? Dağ nədir? Bilirsiniz nədir? Ən bəstindən bir dənə söz var. Durmuşam arxanda dağ kimi. bəli, bəli. O Yəni yəni qarşısında mən hiss mən elədim ki, hər qarşısında bir şeyin qadın qabağında görmür. dura bilərəm. Heç nə məni yıxa bilməz. Mən Bəli, o da güclüyəm. sübut eləmək istəyirdi ki, mən səndən daha güclüyəm. Yəni mənlə sanki güc oyununa girmişdi. İndi o kişini həyatınıza siz seçmisiniz əzizim. O kişi siz qadın olaraq yaradılmısınız, amma kişi olaraq yaşamağa başlamısınız. O kişi sizi belə deyək, sizin həyatınıza gələrək əslində sizin yadınıza salır ki, sən qadınsan. Bəli, bəlkə bir il sonra mən aydınlandım ki, axı mən qadınam və bir il sonra o yüklərdən mən azad olmağa başladıqca o məni sevməyə başladı. Mən hiss elədim ki, artıq onun mənə qarşı münasibəti mən zəriflənirəm, o Baxın, amma hələ kişilərin tam gözünün düzəlməmişəm. düşmənidir, dişi enerjisi aşağı olan qadınlar, yəni kişi kimi olan qadınlar. Məhz elə qadınlığımı qəbul edirəm 2 xidmətində də ikinci həftədə olacaq olan şuuraltı seansımızda biz tam olaraq bunun üzərində işləyəcəyik ki, uşaqlıqdan mən niyə görə kişi kimi rəftar eləmişəm və ya qadın olaraq niyə özümə qadın olaraq dəyər verməmişəm. Özümə dəyər vermək başqa bir şeydir. Misal üçün, özümə dəyər vermək odur ki, gedirəm, bahalı yeməklər alıram, bahalı şeylər alıram. Özümə qadın olaraq dəyər vermək odur ki, əlimi kremləyirəm, partnyorum oradan məni çağırıb, deyirəm, əzizim, əlimi kremləyib sonra verəcəm. Qadın olaraq özümə dəyər vermək bu deməkdir. Və qadınlığımı qəbul edirəm 2-nin ikinci həftəsində biz tam olaraq bunun üzərində işləyəcəyik və bir sonraki Bilirsiniz, bir şey də soruşum, deyim. Mən elə bil ki, doğulan vaxtı məni oğlan olaraq gözləyirmişlər. Amma mən qız olaraq dünyaya gəlmişəm və məni inanırsınız, uşaqlıqdan belə paltarlarıma baxıram, oğlan oyuncaqlarım belə, ancaq oğlan şeyləri, yəni məni evin oğlu kimi böyüdüblər. Sonra da atam rəhmətə gedəndən sonra sanki anam məni öz yoldaşı yerinə qoymuşdu. Və mən bütün yükləri çəkməyə başladım. Güclü və kişini də özüm nəticə olaraq istəyirdim. münasibətdə də bənzər problemləri yaşamağa başladınız. Bəli, bəli. Çox sağ olun dinlədiyiniz üçün. Buyurun. Təşəkkür edirəm. Zəhmət olmasa mesajlarda nömrə paylaşmayın. Mesajlarda nömrə paylaşılmasın, yorumlarda qətiyyən nömrə paylaşılmasın. Halda verim. Siz nə kimi töhfə verə bilərsiniz? Yəni bir belə deyim də fikir olaraq nə kimi bir məsləhət verə bilərsiniz bu haqqda? Nə haqda? Yəni bu danışdığım haqqında. Hə. Səsi bağlayın deyirəm. Qıcırtı gəlir oradan. Deməli, burada siz nə dedik? Uşaqlıqdan ata rolu zəif olub və bir müddət sonra heç olmayıb və nəticə olaraq ata rolunu, kişi rolunu siz almağa başlamısınız. Kişi rolunu siz almağa başladığınız üçün artıq münasibətdə də bunu yansıtmağa başlamısınız və elə o kişini həyatınıza çəkmisiniz ki, o kişi sizə qadın olmağı öyrətsin. İndi burada biz nə dedik? Anadan, atadan aldığımız kodlar nəticəsində həyatımız şəkillənir, həyatımız belə deyək, yolu dəyişir həyatımızın. Düzdürmü? Özümə dəyər verməyi anadan, atadan öyrənirəm, özümü sevməyi anadan, atadan öyrənirəm, kimi. İndi qadınlığımı qəbul edirəm 2-nin birinci həftədəki seansında məhz ana-ata kodları təmizlənir. Yəni, ata olmayıb, mən ata olmuşam. Kişi olmayıb, mən kişi olmuşam. Anam mənimlə dərdləşib, mən anamın bütün dərdli kodlarını almışam. Kimi. Bunların hər biri birinci seansda təmizlənəcək. İkinci seansda özünüzə dəyər, eyni zamanda dişi enerji aşağılığı, bunların hər birinin üzərində işlənəcək səbəbləri tapılacaq və aradan qaldırılmağı üçün lazımı şuuraltı kodlar və texnikalar veriləcək seansın özündə. Bu şəkildə olacaq seans. Və üçüncü həftə partnyorla görüş şuuraltında, partnyorla
hər hansısa nə mövzularda biz anlaşa bilmirik. O məni niyə başa düşmür? Əslində o məndə nə tapmır ki, mənə xəyanət eləyir? Kimi nöqtələrə toxunulacaq və nəticədə münasibəti yaxşılaşdırmaq üçün lazımi texnikalar veriləcək. Daha sonra 4-cü həftədə isə pulun üzərində işlənəcək. Mən özümə yatırım eləmək istəyirəm, amma pul qazana bilmirəm, mənim pulum yoxdur və ya mən çox işləyirəm, amma pul qazana bilmirəm. Yoldaşım mənə pul xərcləmir, kimi ki, bu şuuraltı, bu pul şuuraltı seansını etdikdən sonra bir pasiyentimdə belə idi ki, mən çox işləyirəm, amma heç cürə pul qazana bilmirəm. Daha sonra pasiyentimə lazımı pulla bağlı kodları verdikdən sonra və şuuraltında pulun inancını, pul nədir? Pul yığılmalıdır ki, pul getməsin, bitməsin. Pulu xərcləmək olmaz, çünki pul qutarar. Bu kimi səhv kodları şuuraltından biz təmizləyəndən sonra deməli bizim bugün seansımız oldu. Sabahları pasiyentimin, yəni sabahsı gün seansın, pasiyentimin demək, yoldaşının qardaşı, yəni qaynı düşür. Qaynı onlara qonaq gəldi və mənim pasiyentimə çıxardıb 80 manat səhv eləmirəmsə pul vermişdi birdən-birə və dediyinə görə qaynının çox belə, necə deyim, əli bərk insan imiş, xəmis insan imiş, pul xərcləmən insan imiş. Birdən-birə çıxardıb 80 manat verib ki, al, bəs bacı ürəyimdən gəldi kimi. Milyoner oldu, birdən-birə olmadı. Amma ondan sonra o xanımın qazancı 2 qat, 3 qat artdı. Yoldaşının ona xərclədiyi 2 qat, 3 qat artdı. Xanımın ətrafdan aldığı hədiyyələr, gördüyü dəyər qat-qat artdı. Yəni, buranı həll elədiyimiz təqdirdə həyatımızdakı bütün problemlər həll olur. Onu demək istəyirəm. Və bu seansları siz tək-tək fərdi olaraq məndən aldığınız təqdirdə 400-450 manata başa gələcək. Ancaq burada yığdığımız bu, sizə danışdığım bir aylıq xidmətin içərisində bu 450-dən 2 qatından, daha doğrusu 450-nin yarısından belə aşağı bir qiymət qoymuşuq. Onu, necə deyək, hər kəs əldə edə bilsin, hər kəs ona qatıla bilsin deyə. Və eyni zamanda sizə bir kod deyəcəm. O kodu yazaraq mənim asistanımdan qiymətini daha uyğun bir şəkildə ala bilərsiniz. Kodu isə bir dəfə deyəcəm. Kodu yazın. Hazırsınız? Kodumuz dönüşümdür. Gedib seminardan gəldim. Dönüşüm yazdığınız təqdirdə asistanım sizə belə deyək, nəzərdə tutulmuş uyğun xidməti, lazımı maddələrlə bir yerdə, xidmətin daxilində olacaqlarla bir yerdə göndərəcək. Və eyni zamanda limitlidir qatılım, çünki bu şuuraltı seansdır. Bu səbəblə qeydiyyatdan keçməyə tələsin və onu da demək istəyirəm ki, ilk 10 nəfərə özəl bir fürsət qiyməti veriləcək. Ona görə qeydiyyatdan keçməyə tələsin. Gecəniz xeyrə qalsın. İnşallah görüşmək diləyilə. Sağ olun. Asistanımın nömrəsi paylaşılacaq qrupda.